Tamam, qeydə alırıq. Əldə silsilədən suallara baxaq. Arıcılıqdan 1-dən 5-ə. 1-dən 5-ə. Qəmbər var, 5-dən 10-a. 11-ə qədənə qaldı yarım səhifədə. 20-yə qədənə var sual. 18. 14. 14-ə qədər var sual. 14-ə qədər yoxdur. Deyək ki, ardıcılığın 100-ə bərabər olan həddin nömrəsini tapın. 100-ə bərabər olan nədir bu misalda? Ardıcılığın özü yoxsa həddinin nömrəsidir? Həddin nömrəsi. Həddin nömrəsindən 100 yazmalısan, yoxsa 100-ə bərabər eləməlisən? Ayın bərabər 100. Onda ayının yerinə qoymaq lazımdır. 100 qoy, həllərə geçsin də. Kvadrat təmini həll eləsəz, n kvadrat çıxar 8-dən çıxılsın, 20 bərabər 0-a. 7-dən tapaq da bir dənə tez-tez. 10 olur. Ondan mənfi 2. Mənfi 2 olasın. Daha da oldu 10. Çətin deyil. Ələsində ona 14-ə qədər var sonra. 20-yə qədər. 18. 18-də bizim indeksə yazdığımız n. Məkiqini tapılmalı. Yox. Bir dənə qaydaq da. Oraya en böyük qoyur. Ələsində. Bu misalda indeksə yazdığı n hansı şərt ödəməlidir? Natural. Natural olmalıdır. Oradan sizin qoymaq odur. İndi sən- 6 boyutun ən az çıxardım. Mən elə 6-nı qoydum, ən aza çıxdım mənim. Mən sıfırım. İzah eləyək uşaqlar. Yerizdə danışmayın ki, bir dəfə izah eləyək, 3 dəfə izah eləməyək vaxt getməsin. Bildiniz ki, burada en hansı şərt ödəməlidir? Natural olmalıdır. Onda biz burada hansı natural qiymətli qoysaq kiçik olar? 1. 1 qoysaq, Daha çox 5 onda 8, 4 onda 8 alınır. 6 qoysa. Niyə 5 qoymalıyız ki? 5 6 daha çox çıxır. 1.60 kvadrat deyir, hər nə olur. 5 qoyanda burası 5 qoyanda bura 0.8 alınır. 6 qoyanda 0.2 alınır. 0.8-in kvadratı kiçik, yoxsa 0.2-nin kvadratı? Onda n-i yerinə qoymaq lazımdır. 6. Niyə 6 qoydunuz? Az olsun. Çünki 6 qoyanda az olsun. Demək bu misalda həddi soruşur, yoxsa həddin nömrəsini soruşur? Həddin nömrəsini soruşsa cavaba nə verəsiniz? Həddin özünü soruşursa Qiymət elə. 6-nı yerinə qoyub cavabı hesablayasınız. Gəlin belə eləyək. Bu misallarda biz 6-nı necə aldıq ki? 6 necə aldıq? 5 onda 8-i yuvarlaqlaşdırdıq da. Neçə yaxın oldu? 6 yox. Ona görə eni yerinə qoyduq. 6 qoyduq hesabladıq. 6 məndə nə alındı burada? Demək zaxı. 4 kvadratı %4. Üstünə 19 yazsam. 19-dan %4. Səhv nə olmayacaq ki? 20-yə qədər 30. var, 24-ə qədər. 24-cü sualda bizdən nə istəyir? 4-cü həddin hasilini. Bax, hasil kimi düşünsək. H3 nə deməkdir? H3. A1, Bəs H4 nə deməkdir? A1, A2, A3, A4. Biz əgər A4-ü almaq istəyiriksə, neyiniyək? H4-ü niyə H3-ə bölürsünüz? Üstünə görə də məndə. Çünki H4-ü H3-ə böləndə nə baş verir? A1 A2 Yerdə qalır nə? A4. Deməli A4 nə deməkdir? A4, H4 bölünsün H3. Mən bunu düstur kimi vermədim də, başa saldım, niyəsini göstərdim. Bizdən nəyi soruşur burada? 4-cü həddi. Demək dediniz ki, A4 nəyə bərabər oldu? H4 bölünsün neçəyə? H3-ə. H4 necə tapılır? 4 faktorial bölünsün 3. 4 faktorial birisi nə deməkdir? Faktorial ondan yoxdur ki. 4 faktorial 3 faktorial 4, 3, 2, 1 demək. Yəni neçədir? 3 faktorial mı 4 bir daha? 24-ü 3-ə bölsən, elədi 8. H3 nə olacaqdır? 3 faktorial nə deməkdir? 6-nı da 3-ə bölsəm, H3 hesablayaq da. Neçə elədi uşaqlar? 2 elədi. 8-i də 2-yə bölsən nə alınacaqdır? 4. Səhv nə olmadı ki? Başa düşüldü. Getdik. 26 kimi sualdır. 26-cı sualda ardıcılığın nəyi soruşur? Ən kiçik həddini soruşur. Həddini yoxsa həddin nömrəsini? Biz bu misalı, misalımız belə olsaydı yaza bilərdik, yoxsa yox? Hə? Belə onda rahat yazırıq da, düzdür. Onda biz necə eləyək ki, həmin ifadəyə oxşasın? Ən kiçik natural yazsaq olmaz. 1 yazmaq. Bir alabilir. Müəllim orada şeyə gətirib. Niyə müxtəsərə gətirirsiniz? Rahat olsun. Rahat hesablaya bilərsiniz. Ən kiçik 9-dan qiymət. Bu nəyin ikimislidir? Bu nəyin ikimislidir? Onda nə yazmalıyam? En plus 3 kvadratı. Sonra 1. niyə biri çıxırsınız ki? 9-dan 1 çıxanda 8 olur. İndi qulaq asın. Bizim bu ifadədə elə nə yazsaz, bu ən kiçik olar. Elə nə yazsaz ən kiçik olar.
1 yazsaz ən kiçik olar. Düzdür? Bəs mənfi 3 yazanda ən kiçik olur. Niyə mənfi 3 yazmıram? Niyə? Buradakı n natural olmalı. Onda n ən kiçik neçə yazıram? 1 yazıram. Demək, həddin nömrəsini soruşur, həddi soruşur. Nömrəsini sorsaydı cavab nə idi? 1. Axı bizdən həddin nömrəsini soruşmur, nəyi soruşur? Özünü. Onda necə hesablayayım? 1 qoysam neçə eləyər? Yəni ki, başa düşürdü. Elə promi bir qoyamırsa olmaz. Eləməyin. Siz elə düşünəsiniz, mən fərqli misal salacağım, yenə hesablayacaqsınız. İstəyirsiniz eləyim. Bir qoyacağım alınır. Bu misalda gəlin belə həll edək. Uşaqlar, heç var, əzbərçilik eləməyin də, niyəsini axtaraq. Belə olsa bu ifadə necə açılır, deyin yazaq. N çarpı 3-ün kvadratı, yenə çıxılsın 1. Düz yazdım. Bu misalda, baxın görün hansını verəndə ən kiçik alınır. 3 versən. 1 verəndə niyə alınmadı? Bəs ən kiçik 1-idir. Ayso, alınmır. 1 verəndə burada nə alınır? 1 verəndə. 2-nin kvadratı 4. Amma 3 verəndə nə alınır? 0. Deməli 1 yox nə ödəyir? 3. Biz niyə müxtəsər gətiririk? Niyəsi, səbəbi. Səbəb odur ki, müxtəsər olanda biz onu rahat görürük. 26-dan sonra? 28. 28-də deməli, bax, bizə nəyi veriblər? Cəmi veriblər. Həddi soruşur. Bu 62 nədir ki? 62 bunun həddidir. Hədd nə deməkdir bizim üçün? N. Ayin də, yəni. Uşaqlar, həddin nömrəsi n deməkdir. Hədd ayin deməkdir. Belə bir ifadə yazıram bura. Bu misalda A3 yazıram. Hədd A3 deməkdir. Həddin nömrəsi bu deməkdir. Nömrə indeksdə yazılır. Özü isə hədd qəbul olunur. Başa düşürsünüz? O misalda 62 həddi yoxsa həddin nömrəsidir? Demir, həddin nömrəsi olanda... Ay uşaqlar, birinci, ikinci, c, üstü 4. Sıra saylarında yanında nəsə yazanda ikinci, üçüncü, dördüncü bu nömrəni göstərir, durduğu yeri göstərir. Burada 62-dən sonra c şəkilçisi var, yoxdur da. Onda ayın lazım. Demək bu ayın 62-dir, ayın 62-ci hədd deyil. Esin çıx bir qoymayın. Ayın nəyə bərabər oldu? Həddi verib sən. Cəmi verib, həddi soruşur. Cəhənnəmdən dönüş. Demək, ayın nəyə bərabər idi? Sn çıxılsın Sn minus 1-ə. Nəyə bərabər olmalıdır deyirsiniz? 62. Ayın nədir bizim üçün? Ayın 62. Düzdür mü? Bir qoyaq yazalım. Bax, S1-i soruşsa neyi yersən? 1-in yerinə 1 qoyarsan. 5 soruşsa 5 qoyarsan. Onda n minus 1-i soruşursa, Yerinə minus 1 qoyaq. harada n görürəmsə, nə eləməliyəm? Yerdən n minus 1 qoymalıyam. Üstə gəlməsin, 5 vurursun, n çıxaq 1. Bəs bunun açılışı nə verəcək? X-in indeksində nəsə eyni yerin onu qoyulur. Bura 3 qoysa 3 qoyursan, 4 qoysa 4 qoyursan, nə deyirsə onu qoyursan. Bunun açılışını bir dəmir deyəndə, n kvadrat... Yaxşı, n çıxaq 1-i çıxartdın qabağa nə verəcəkdir? Normal açıq da Məhəmməd, normal açılışı. 3n kvadratı, 2n niyə ki? 6n, üstə gəlsin 3, çıxılsın 5n, çıxılsın neçə oldu? 5. Düz yazdım, səhv yazdım. 5n səhv yazdım. Toplansın 5n. Yaxşı, bunun sadələşməsi bizə nə verir? Deyin yazaq. 5n kvadratı, çıxılsın 2. Düzdürmü? Bəs SN-in özü neçə idi? 3n kvadratı bölüs 5n. Bundan sonra silsilə ilə yaxından uzaqdan bunun əlaqəsi yoxdur. Normal tənliy edirəm. Bundan bura çıxıb neçə bərabər edirəm? 62. 6n 60-a bərabər. Bir dəqiqə, bu niyə yazdıq burada? Biz SN-dən nəyə çıxmalıydıq? SN çıxaq 1 bu deyil. SN də kitabın özündə veriləndir də. Bundan bunu çıxıb 62-yə bərabər eləməliyəm. Açıram, islah edirəm. Nələr gedir burada? Sonra nə qalır? Sonra 6n. 6n. Üstə gələsi 2 bərabər 60. N də bərabərdir 10-a. Bizdən nəyə soruşur? Nəyə soruşur? Həddin nömrəsini. Cavabı tapandan sonra qayıdın sualı bir də oxuyun. Mən nə tapmışam? Məndən nəyi istəyir? Nömrəsi istəyir. Biz də nömrəsini tapmışıq. Başa düşürdü? Səhət olmadı. Başa düşməsəz deyin təkrar. Bir də izah edin. 30 mu? 30. Hə, bizə sənin qapını Nə rahatlaşsın? Baxırıq növbəti 30-cu suala Nizami. 30 kimi sualdır. 30-da deyir ki 14 bölünsün, 11 bölünsün 24 burada nədir ki?
Uşaqlar. Ardıcıllıq. Yox, nədir ki bu? Aynen. Ayındır da. Özü deyir ki 11 bölünsün 24'e bərabər olan həddin nömrəsini tap. 11 bölünsün 24'e bərabər olan nədir? Həddir. Sən nə axtarırsan? Həddin nömrəsini. Deməli, sən bu ifadəni, bu həddi neynəməlisən? Bərabər eləməlisən 11 bölü Mən 24'də. işini tapmalıram orada. Tənasübdən də nəyi tapmalısan? Yeni. İzah edin, soruş. Orada müəllim həddin nömrəsini deyir. Bunun əvvəlki sualda həddin nömrəsi deyəndə SN çıx belə. Orada verilən SN-ə görə idi. Bu ayına görədir. Hər şey fərqli-fərqli verilir də. Orada sənə nə vermişdilər, nəyə soruşurdular? Burada nəyə vermişdilər? Cəmi vermişdilər, həddi soruşurdu. O cəhənnəmdən qayıdışdı. Burada isə sənə ayını verib, elə ayını soruşur da. Yəni ayının özünü verib. SN verməyin baxın. Burada SN olsaydı eyni şey eləyəcəkdik. Həddin nömrəsi. Bax, burada verilən önəmlidir. Soruşulan önəmli deyil. Soruşulan hər şeyi soruşur. Amma nəyə görə soruşur? Niyə soruşur? Nəyə əlaqələndirir soruşur? Ona baxmaq lazımdır. Başa düşüldü 30. Tənasüb edib hesablayın. 32-ci sualda eyni sualdandır. Bizə nəyi veriblər? Cəmi veriblər. Nəyə soruşurlar? 6-cı hədd. SN çıxılsın, SN çıx biri ayına bərabər. Söz bitdi də. Cəmi verib nəyi soruşur? Həddi. Cəmi verib həddi soruşur. Uşaqlar, cəmi verib həddi soruşulması hansı düsturla gedir? SN çıxılsın, SN minus 1 nəyə bərabər olmalıdır? Ayına. O da Bizdə ayında neçənci həddi soruşur? 6-cı. 6-cı. Enin yerinə 6 qoydu. 6 nə deməkdir? S6 çıxılsın nə deməkdir bəsləm? S5 demək. Bir dənə diqqətlə bax gör elə. Bunu bu tərəfə keçirəndə həmin düstur alınır, alınmır. Yəni nə alınır? SN sağ, SN minus 1. Nəyə bərabər oldu? Sən neçəni tapmaq lazım idi? 6-nı. S6-nı. 6-nı necə taparsan burada? Yerinə qoydu. Enin yerinə nə qoyarsan? 6. Enin yerinə 6 qoyanda nə alınır? S6 çıxılsın nə? Bərabərdir. 6 qoyanda nə alınır? 36-ı 4-ə vursan. 144. 3 çıxanda. 141. Çətin oldu. Niyə bu düsturla yazdıq? Səbəb nə idi? Cəmi veriblər, həddi soruşurlar. Başa Bir düşdü? dəfə 6 qoyuram, bir dəfə 5 çıxıram. Hə, 6 neçənci həddi soruşur? 7-cini. 6-nı. Hə, burada 7-ni soruşurdu. Burada nəyi soruşurdu? 6-nı. Nəyi soruşdu? Onu hesablayırsınız. Var sual. 34. 34. 36. 38. 40. 42. 44. 44. Bizə deyir ki, bu ifadələrdən hansı ardıcıllıq ola bilər və ya ola bilməz. Yəni, ardıcıllığın tərifini xatırlayaq. Demişdik ki, ardıcıllıqda, ardıcıllıq nə idi ki? Kitab dilində. Ardıcıllıq natural ədəd çoxluğuna təyin olunan funksiya idi. Azərbaycan dilinə çevirək. Ardıcıllıq o deməkdir ki, mən bura enin yerinə nə yaza bilərəm? Natural. Hansı naturalı? Bütün naturalları. Sən bu misalda enin yerinə bütün naturalları yaza bilirsən, hansı yazamırsan? 9-u niyə yaza bilmirsən? Ona görə yaza bilmirsən ki, bunun məxrəci nəyə çevrilir? 0-a. Demək, bu ifadə getdi. Bəs burada enin nəyi yaza bilmirsən? Mənfi 7 naturaldır ki, biz dedik ki, enin yerinə ürəyim istəyən natural ədədi yaza bilirəmsə ardıcıllıqdır. Burada mənfi 7 yazamıram. Mənfi 7 natural deyil ki, ancaq bu nə olacaqdır? Ardıcıllıq olur. Bəs 3-cü ifadə niyə olmadı? 5 olmadı. Bəs o birisi bu həmişə olar. Burası sadəcə kök altında plus minus 7 yazılması. Bunlar da natural deyil. Demək, hansılar ola bilmədi? Bunlar ola bilmədi. Səbəb odur ki, enin yerinə bu qiymətləri yaza bilmirəm. Bunlar oldu. Səbəb oldu ki, enin yerinə ürəyim istəyən naturalı yaza bilirəm. Çətin olmadı. Ardıcıllıq bu qədər. Çətin deyil uşaqların özü. Diqqətlə qulağını yazıda saxlayın, sonra təkrar işləyəndə rahat olacaqsınız. Həddi sizlərdən cütləri demişim, Amma düzdür. üstələ də bilən baxarsın. Hansında? Bu bölmədə. Bu bölmədə sənə deyir ki, ayından nə eləməlisən? En çıxır, ayın çıxır. Nəyə görə veriləməlisən? Ayını özləri burada veriblər. Səndən ay 7-ni soruşda nə eləyərsən? 7 qoyub hesablayırsan. Bəs M-1-i soruşda nə eləyərsən? M-1 qoyub hesablayırsan. Ayını burada özləri veriblər də, hə? Göstəriş verim, sonra özünüz yazarsınız. Sözə mən başa düşdüm. Dəqiq. Başqa yazmayan var, 34-ü yazın. Hə? Yazılır, 34, yazılır. Ay, qulaq as. Silsilə. 2, 4, 6, arzu edelim, kim nə sual varsa soruşsun. 2, 4, 6, 8, 10, 12, 22'ye qədər, yaxşı, səbrim çatmadı. 22'ye qədər. 24. 22'ye qədər 24, aferin. 22 kimi sual idi.
Mənim sualdır. Ədədi silsilənin 3-cü və 17-ci ədədlərin cəmi nəyə bərabərdir? 27-yə. Bu misalda neçə şərt var? 3-cü hədd, sonra nə var? 17-ci hədd. Bunların cəmi neçədir? 20. Səndən nəyi soruşur? S19. Bu misalda 2 dənə şərt var. 2 şərt varsa 2 tənlik var. 2 tənlik varsa sistem tənlik var. Bu misalda sistem tənliyi eləyə bilərəm. Bu misalda necə eləməliyəm? Açmalıyam, sonra bunu açmalıyam. Sonra bunlarla bunun əlaqəsini qurmalıyam. Onda S19 Həmişə belədir. Birinci buradan başlayır. 3-cü hədd nə deməkdir? Qayda yazılır. A3 üstə gəlsin A17. Nə deyirsə onu eləyirəm. Neçəyə bərabərdir? 27. İndi gəl baxaq. A3 necə açılır? A1 üstə gəlinsin 2-dir. Bəs bu necə açılır? Burada neçə dənə A1 var? 2 dənə. Burada neçə D gəldi? 2-dir. Buradan 16. Neçə elədi? 18-dir. Neçəyə bərabərdir? 20-yə. Bunu ixtisar eləyə bilərəm, amma eləmirəm. Bunun açılışında 19-dan 1 çıxanda nə qalacaqdır? 19-dan 1 çıxanda 18. 18, buradakı 18-dir. Yəni bu nə əlaqəsi bura gəlir? S19 necə açılır? 2A1 üstə gəlinsin 18D bölünsün 2 vurulsun 19. Sənə deyir ki, bu 20-ni burada yerinə qoy, hesabla deyirsin. Amma 5 düsturundan dedim. Bu misalı o biri düsturundan yazmır. A üstə gəl ayın bölgü buraya. Birinci sonunda düstur deyilsə. Ay uşaqlar, ədədi silsilədə 2 dənə cəm düsturu var. Birinci sonuncuya, bir də D-yə görə. Bir misalda bir neçə şərt varsa, biz D-dən olan düsturdan istifadə etməliyik. Mənim əlimdə A1 var, D var. Burada da vardı D. Sən bunu D ilə açmazsan, əlaqəni qura bilməyəcəksən. Onu D ilə açırsan. Başa düşürsən? S19'da cevap onu da eləmirəm. Cavab verin. 190. Uşaqlar, D açmaq lazımdır. İstədiyiniz kimi edə bilərsiniz. O birisiz nədir? Demirəm, səhv edirsiniz. Dediyim kimi də sol qulağı sağ əlindən bir saatdan fırlayıb, sonra başında içərsən, qaşıya bilməyəcəksən. Belə yazmaq. Ondan çətindir. Axıra qədər biləcəksən. Səbəbi çox bəsitdir. Bunun da içində D var, bunun da içində D var. Baxanda gözüm görür, yerinə qoyuram. Hələ bunu A1 ayinindən açam, sonra oturam ayini açam. Sonra deyəm ki, imtahanda vaxt çatmadı, bu sualları yazamadım. Çünki qısa yoldan getirməm. 13-dən 17, 20 edəcək ikisi. 20 bölü 2, 10, 10'la vursun 9'da 290. Üçüncü yedi. Daha kısadır. Elə şey yoxdur. Tarixçilərdən alışdılar, filoya. Elə şey yoxdur, riyaziyyatda. 24. Ağ qoyun, qara qoyun deyil, riyaziyyatda. 24. Salam olsun. 24, 26. 30'a qədər. 34 verir. 32. 32 də yaxşı sualdır. Bizə bu ifadəni veribdi. Bizdən nəyə soruşur? Sıfıra bərabər olan həddin nömrəsini. Biz nəyə axtarırıq? Axtarırıq ayini. Həmin ayin nə olmalıdır? Sıfıra bərabər olmalı. Amma biz həmin ayinin özünü yox, nəyini axtarırıq? Biz buradan nəyi tapmalıyıq? Biz buradan tapmalıyıq yeni. Başa düşüldü. Bu misaldan çarpaz vuraq ki, hara gedəcəklər bilir. Çarpaz vursa nə olur? Ayini nəyə bərabər oldu? Mənfi A20'yə. Bunu bu tərəfə atıb sıfıra bərabər desən nə olar? A50 plus A20 bərabərdir sıfıra. Deməli A50 plus A20 ayındır. A50 plus A20'nin yerinə mən qonşular xastəsindən nə yaza bilərəm? Bir dənə düşünürəm. 50 plus 20. 35 yaza bilərəm. Yarısı da. İndekslərin Bu cəmi yarısı. indekslərinin cəminin yarısına verə bizə. 35. Deyirəm ki, mən bunun yarısını hər tərəfi 2-yə bölsəydim, niyə böləcəyimi göstərəcəm. Hər tərəfi 2-yə bölsəydim, bu tərəfin yerinə nə qoya bilərdim? A50 plus A20 bölünsün 2 bizə nəyə verir? A35'i verir. A35 nəyə bərabər oldu? O da bizim tapdığımız en, axtardığımız en neçə oldu? 35 oldu. Biz niyə bunu 2-yə böldük? Uşaqlar, bunu aç, bunu aç. Elə deməkdəndirsə, onsuz da burada 0 var. Mənə burada 0 lazımdır. Elə hər tərəfi 2-yə bölsəm, 2 həddi bir həddə yığsam, bunda rahat tapa bilərəm. Daha qısa istəyirsənsə deyim, ha. Bunlar ədəd ortasını tap. Ədəd ortasını tap alınacaq. Bəs 33'də nə olur o zaman? 40, yox. 100'ün yarısı 50 edir. Müəllim 24'e baxma. Baxmadıq. Bu başa düşüldü. 24'də veriləni aç, bunu da aç. Bir misalda, burada cəm deyirsə nədir bu? Cəm. Əgər bir misalda cəm nəsə şərtdən sonra verilirsə, çalış ki, deyinəm aç. Yaxşı? Hardan başa düşəsən? Bir dənə bax. Bunun açılışında neçə D var? Həddi verib cəmi. Açılışında 14 D var. Bunun açılışında neçə D var? 28. 28 14 nə edir? 2 qatı. Demək 2 qatı nə əlaqə yarandı? Səbəbin başa düşdüyü niyəsini. 15'in açılışı.
A1 üstəgəlinsin 14-dir. Neçəyə bərabərdir? 5. S29-u aç. 2A1 üstəgəlinsin 28-dir. Bölünsün 2, vurulsun neçə? 29. Bu 5-dirsə bu neçədir? 10 bölünsün 2, vurulsun 24. Niyə 2 abi? Üstür elədir. S29-un üstürü var. Çıxarışını vermişəm mən ona. İndi gəlin sən dediyin, səhər dediyinlə yazam. S29 bərabərdir. A1 üstəgəlinsin A29. Bölü 2 bu 29. İndi buyur, Hindistan filmi kimi 8 dəqiqə baxış. Niyə mənim orada A1 topla var? 15 Ana 29. Müəllim, ay müəllim. Ay Bayaq müəllim, şurada şurada aldım da, bir- bunda A1 29 topunu 30 edir. Ay bakışırsan. Mən əlimi içirdim, mənim adımı verir. Ay A1 29 topunu 30 mu edir? Sən zahiri qanununa bax. Diğer altı. Yok Ay yox, müəllim o O şey sən izləri başa düşdün, yaxşı. Benim 2 tane 15. Ben bayaq şimdi aldım. Həzlərimizəm beraber. Bu izah edeyim, deyib yox. Üçüncü ırqlarda qınavır. 2, 5, 7, 9. Cəmin yarısı 5 edir. İndi bax, ağıllı. A1 ilə A2-ni toplayanda A3 eləmir. 5-in üstünə 7 gəlmir, 9 eləmir. O, siz bir iki dənəsində nəsə düz gəlib, deyilsin, bəlkə həmişə elədir. A1 ilə A2-ni toplayanda A3 eləmir. Mən də səhərdən çox bilir bunu deyəcəyim. Çünki öyle düşünəməmişəm həyatı boyu. A1 üstünə A29 yəni daha 30 vermir. Elə şey yoxdur Ama yazıyatda. 15'i 2 yapırsanız yani o cəmlə hədlərin cəmi beraber olur. O qədər konsept verməmək üçün deyirəm ki, bunu deyinən aç, məsələ bilsin. Məsələ bağlansın. İndekslərin cəmi ilə fikirləşmək olmaz. Yox. Bundan cəmi edir, 30-30-un yarısı 15 edir. Oradan 15-i sən görə bilirsənsə, hə, edə bilərsən. Oradan da edə bilirsən. İndekslərin cəmi. Sən 129 yəb 30 deyirsən bizə. Mən əqləm indekslərin cəmi. Sən axşam şəkərini qaldırırsan. Bir şey istəyir. 28 30. 34. 32 34-ə gəldik nəhayət ki. Ərəstun. Dədəm Müəllim, mən orada At çalışdım. sesini Üstündə də. vurmuşam toplama. Səhvini başa düşdüm. Üstün necədir Ərəstun? 2 A1 üstə gəlinsin. Gəndə qayda imtihan edək. 11 demir burada. Ha 11 ise 11. 10 de, bölünsün 2, vurursun nə yazmalıyım? 11. Qiyməti yerinə qoysam anladasın. Mən çalışıb orada A1 ilə A11-i vurmuşam. Səhvini başa düşdün, əsas odur ki, getdik. 40-a qədər nə qaldı? 44-ə qədər nə qaldı? 40 özü? 40 və 42. Bax hələ. Bu misalda sənə bunu verib, nə istəyir? Mənfi 29-a bərabər olan həddin nömrəsini. Mənfi 29-a kim bərabərdir? Ayın bərabər oldu mənfi 29-a. Bizdən ama nəyi soruşur? Orada D'ni tapıyorum ben. Eni soruşur. Gəlin sizə bir şey D'nin üstü. deyim silsilə ilə bağlı. Neçə saniyə? Allah Silsilə ilə bağlı sizə gəlin belə bir məsələ deyim. İnşallah kitabda deyirlər ki, Ərəstun, ədədi silsiləni xarakterizə edən A1 və D-dir. Gəlin bunu məsələ Azərbaycan dilinə tərcümə edin. Ədədi silsilədə mən əgər A1 və D-ni bilirəmsə, ürək istəyən hər şeyi tapa bilərəm. İstənilən çətin məsələni tapa bilərəm. Önəmli olan A1 və D-ni tapmaqdır. Bu kitabda belə gedir. Ədədi silsiləni A1 və D xarakterizə edir. Azərbaycan dilinin mənası budur ki, A1 və D-ni bilirsənsə, keyf elə, istənilən sualı yazarsan, o deməkdir. İndi həmin suala baxsan, 40-cı sualda A1 vardı, nə yoxdur? D-ni tapdı, məsələ bitti. A7 çıxar 1 bölünsün, mənfi 9. A7-ni ki alsaq, heç o düsturda qoyaq kənara. A7 nəyə bərabərdir? A7-nin yerinə nə qoydum? Mənfi 9 Ben bölünsün. yenə nə qoydum? Gəlin D-ni tapaq. D neçə elədir? Mənfi 2. D mənfi 2-dir. A1 də məlum. Səndən ayını açmağını istəyir. Ayın necə açılır? A1 plus N A1 çıxar D. üstə gəlinsin. N çıxaq 1 vurursun D bərabər mənfi 29. Bundan sonra silsilə yoxdur, toplama çıxmadı. Silsilə bitdi. Başa düşdünüz? Demək nəyə tapmaq lazımdır? A1-i, bir də nəyə tapmaq lazımdır? D-ni. A1-i D-ni bilirsinizsə hər şeyi tapa bilərsiniz. İstənilən çətin sualı həll edə bilərsiniz. Qiymətləri yerinə qoyacağım da, bunu birini göstərim, sonrasını yazmaram. A1-ə nə qoyduq? D-yə nə qoyduq? N çıxaq 1 bərabər mənfi 29. Buyur. 4-cü imtihanı toplatsaq N taparsın. Çətin olmayacaq. 40-dan sonra 42 də vardı içindəsə. 42 kimi sağladı. İkiyə bölmürdüm mən. Necə? A1 topla en sıxı. Cəm deyil. 42 nə idi? 42 kimdəsə var idi, soruşun da 42. Gəl baxaq. 21-11-i boşuna verməyib. Gəlin bu niyəsinə baxaq. 21-in açısından şuna necə D var? Ərəzində 20-dir. 11-in açısında 10-dir. Səbəbini başa düşdük. Əlaqəni qurduq.
Onda S21-i açıram. S21 necə açılır? 2A1 2A1 üstəliyənizsin. 20D 20D. Bölünsün hara? 2 Vur 2 20. vur 20. Vurulsun 20. Neçə bərabərdir? 105-ə. Gəl sadələşmə eləyək. Nə qalsın? 5. 2-ni çıxar, ixtisar elə. Nə qalsın? A1 plus 10D A1 bərabərdir. plus 10-dir. Neçəyə bərabərdir? 5-ə. Bəs bu nə deməkdir? Bu nə deməkdir? A11-i necə açırsan? A1 üstəgənsin 10-dir. Demək, tapdığım bu qiymət, elə soruşulan bu qiymət. Başa düşdük niyəsin səbəbini. Yəni, burada verilənlər təsadüfi rəqəmlər deyil. Hə, bir də silsilə bağlı, Ərəston. İndekslərə mütləq baxın. İndeksləri yoxlasaz, indeks arasında əlaqəni tutsaz, misal düzələcək. İndekslərə baxın, birinizə. Misalın özünü boş verin, şərti zad oxuyun. İndekslərə baxın, görəcəksiniz. 44-46. Yavaş-yavaş mən yenə gəlsəm indeks toplamağa. Öyrənirəndə hələ dəfə var. Yavaş-yavaş. 44-46, 17 yaşım var, nə var? 48-ə qədər varsa, 48-in özü. 48-in özü. İndi mən də sən də mən dediyimə gələcəksən. Hər şeyi aç. Dörd yaz yoxdur, indeksləri yenə toplayalım. Toplada Yoxla da, indeksləri yenə toplayıram. Bax. 4, 10, 13. Hə, əlaqə harada olur? Onun da məntiqi var da. 27. Uşaqlar, 4, 10, 13 eyni qədər artır, yoxsa fərqli artır? Fərqli. Fərqli artırsa siz burada heç bir əlaqə tapa bilməyəcəksiniz. 26 artır. Amma S17-ni atsaz mən tapa bilərəm. Bildimi? Açacaqsınız. Deyirəm ki, burada birbaşa indeks əlaqəsi getmir. Sadəcə açılmalıdır. Nə zaman indeks əlaqəsi gedir? Məntiqin deyirəm. Bunlar arasındakı fərq eyni qədər olarsın. A4-ün açılışını bilirik də. Buradan A1 olur, burada A1. Buradan istəyən A1 çıxacaqdır. 3 A1, 3 sonra A1. 24 dənə. Neçədir var? 3 dənə. 12. Neçədir? 24. Hər şey vədəsindadır. Bəli, bəli. Deyən diqqətlə bax. Bunu 3-ə bölsən nə qalar? 3-ə bölsən. A1 plus 8. Bəs bunun açılışında neçə var? 17-dən 1 çıxanda 16. 8, 16 əlaqə nədir? 2 qat. İndi S17-ni açıram, gedirəm. S17 necə açılacaqdır? 2A1 Deyilən, deyilən. A1 plus 16D 16D böl 2 bərabər 34. Çətin oldu. Mən S17-yə yarayır ki o. S17-yə yarayır da. A1 üstəgəl 16 deyil. 2A1 üstə gəlsin 16 böl 2 vur bu. Hər tərəfdən bunlar gedər getməz. 4 eləyir. Gedər. Buradan 2-ni çıxarıb ixtisar eləyə bilərsən. 2-ni ixtisar etsən nə qalacaqdır? A1 üstə gəlsin 8-dir. Neçəyə bərabər oldu? 2-yə. Sənin bu ifadə 2-dirsə, bu bunun neydi? 6. Bu 2-dirsə, bu bunun 3 qatıdır da. Bunda burada olur? 6. Çətin oldu. Cavab indi nə oldu? 6 oldu da, heç nə. Yəni 2D var da. Yox, həllə başa düşdü. Variantını yenirəm mən. Yəni cavab yenədir. Hələ D variantıdır. Atıb tutmayın. Həll verəm. Ətrafında heyvanca 0 topub gələcəksən. Deyəsən ki, yazmışam 0 verib də, bu ərə sonra olacaq. Neyse, 50-52. 50-52. 52'nin sualı soruşmadı. 50. 52. 54, 56. 54. 54'te senden neyi soruşur? Silsilə fərqi, yəni D-ni soruşur. Çağlar. Bu məsələlərdə bununla bağlı 4-5 dənə sual görəcəksiniz. Bunlardan çıxış yolu nədir? Bunlardan çıxış yolu odur ki, əvvəlcə S1-i tapaq, sonra 2-ni tapaq. S1 necə tapılar? Yerini qoyaq. A1. S1 həm də nə deməkdir bizim üçün? A1. A1 deməkdir. Bəs bunun mənası nədir? A1 plus A1. 2. Başa düşür hər kəs bunun mənasını. Yəni S1-i tapaq misalı. S1 necə tapılar? 1 qoy, ne saplayın? S1 1 qoysan neçə eləyər? 6, 3. Elədi 3. Yeni yerinə 2 qoyun və bunu 2 tapın. Neçə eləyəcək 2 qoyunda? 12 çıxılsın neçə? 12 çıxılsın 12. O da elədi neçə? 0. Bura qədər şey yaxşıdır. Deməli, mənfi 3 qədər artırlar. A1 neçədir bizdə? A1 neçədir? 3'dür. Bu 3'dürsə, bu neçədir? Bu 3'dürsə, bu mənfi 3 olmalıdır. A1 neçə oldu bizdə? 3. A2 neçə olmalıdır? Mənfi 3 olmalıdır ki, 3 ilə mənfi 3-ün cəminə versin bizə 0'dır. Bu kimin sual idi? Başa düşdün əlini? Çətin oldu. Necə? Nə yoxlayayım? A1 neçədir? Çünki Uşaqlar, fərqi soruşur bizdən, səhv yazdıq. 3-dən mənfi 3-ə gələndə nə baş verir? 6. 6 artır, azalır. Azalırsa C variant. Mən çaşıb A2-ni yazırdım burada. 54 başa düşüldü. Bu misallarda niyə 1-2 verir? Səbəbini izah edin.
Mən burada S5 ilə verə bilərəm. S5 versən burada 5 dənə, burada 4 dənə çıxacaq. O 5 dənə, 4 dənə yığmaq çox çətindir. Həm də bir şey var. S1 həmişə nəyə bərabərdir? A1-ə bərabərdir. Biz demişik ki, A1 və D lazım varsa hər şeyi tapa bilirik. A1-də tapmanın ən asan yolu N-in yerinə 1 qoymaq. Çünki S1 həmişə A1 deməkdir. Yadda qaldı bu yol. Bu yol sizə lazım oldu. Birazdan qarşı suallardır. Və biz də Akin yəni S2 çıx S1 qoyduq. Hə, elə deyil. Elə qoymadım ki, bu S1 olsa A1 demək deyil. A1 neçədir bizdə? A1 3 oldu da, düzdür. N-in yerinə 1 qoyduq, tapdıq. A2-nin də yerinə 0 olması üçün mənim. Mənfi 3 qoyduq. Sonra keçdik ki, bu nə qədər azaldı. Çətin olmadı. Getdik. 56 kimi sualdır. 58, 60, qəmbərə, yatmış. 60 kimi sualdır. Birinci hədd var, sonuncu hədd də var. D də var. Demək, hər şeyi tapa bilərəm də. Birinci hədd neçədir bu misalda? 4. Sonuncu hədd neçədir? 9. Bir dəqiqə. Deyimiz Bunu 9. mən sizə naturətlər də demişdim. Yəni bu gün təkrarlayaq. Sağ üstürü necə idi? Sonuncu, sonuncu birinci. Fərq fazla 1. Sonuncu neçədir sizdə? 904, çıxırsın 4. Fərq neçədir? 9. Artır azalır, birə baxanda artır. Bölünsün 9. Onusunu unutmada plus 1 var. Sözdə say. Bunu sizlərlə yazmaq olar mı? Olar, amma ehtiyac yox. Həmişə bilirəm. Onsuz orada buradan alınan üstürdür. Amma birisini nəfər eləyərdim sizə. A1 ayın deyil. Ayın neçədir bu A1-i misalda? verib, ayını verib. Ayın necə yazılır? Ayın bərabər düstur bilirsən də. Ayın nəyə bərabərdir? En çıxılsın nə? 1 vurursun deyə. Ayının yerinə qoymalıyam. 904. Bəs bunun yerinə? A1-in yerinə. D-nin yerinə. D-nin yerinə 9. Sən yedib, evdə yeni tapacaq. Çətin olmayacaq. Sadə bir şey. 62, 64. 66, 68. 66. 64-də necə etdin? 64-də əlaqə var. Bir dənə bax. 3, 7, 17. Əlaqə etdi də. Buradan bura 4, 10. Bayaq kimi açıb gedəcəksən. Göstərin. Burada neçə D var? 2% göstərin. 2. Burada neçə var? 8. 16. Neçə elədi toplayanda? 24. Neçə elədi? 24. Düz hesabladınız. 2 burada, 6 burada, 16 burada. Elədi uşaqlar? 24. Bəs bunun açılışı nə var? 16. 24, 16. 3 mislindən düzələcəkdir orada. Göstərim əlini. Neçə dənə A1 var burada? 3 dənə A1 var. O bir sualına yeni şeydir. 2. Burada neçə deyilir dediniz? 24. Neçə bərabər oldu? Hə? Çıxardın abi. 2-ə bölünür, bəli. 2-ə bölsə nə verir Ərəstan? Elədi. Neçə elədi? 24. 17-nin açılışında neçə də var? 16. O nəyə olacaqdır? 2. 2 A1 istəyəcəksin Ərəstan. Ay Ərəstan. 16 bölünsün 2, vursun 17-ni istəyir. Bu 24 isə bu neçədir? 48. Yəni böyle başa düşdük. İndekslə əlaqə var, amma həmişə üstür əlaqəsi deyil də. Bəzən də sistem təminliyi əlaqəsidir. Əvəzləmə edirik, ancaq əvəzləmə edib yerdə qoyuruq. 66, 68. 70, 72. 70-ə də yoxdur. 72, 74. 76, 78. Yoxdur, 78-ə qədər. Neçə? 72. 72-də, hə, bu bərabərlikdir. Yazmışsınız da yəqin ki. Bizə nə veriblər? A1, nə veriblər? Deyil. 40-dan böyük olan həddin nömrəsi. Nə yazmalıyam? 40-dan böyük olan həddin nömrəsi şərt necə yazılır? AK bölüdür. Hə. AN böyükdür nədən? 40-dan. Düzdürmü? Bizə deyir ki, elə bir hədd axtar ki, elə bir ayını axtar ki, həmin ayın nə olsun? 0-dan 40-dan böyük. Bunu AK plus deyir. Ayın necə açılır? A1-ə görə açı da. Ayın Abi necə düz en açılır? çıx bir. A1 nədir səndə? 0 onda D neçədir? en çıx bir. Vurusun en çıxaq 1, böyük müadilədən 40-dan. Normal bərabərlik. Hər tərəfi 10-a vur, aç hesablayırsan. Məsələn, en böyük alınacaq atıram 16-dan. 16-dan sonra gələn ilk hədd neçə olacaqdır? 17. Çətin olmayacaq ki. Hə? Başa düşüldü? Yaxşı, 80-ə qədər nə qaldı? Soruşun da. Soruşun qalmasın. Baxın. Varsa, çətinlik harada başlayır əsasən? 78. Rəqəmlər harada başlayır? 90-dan sonra? Bəli. Tamam. 78 əslində maraqlı sualdır. Maraqlı sualdır. Bunu 2 cür yazaq. Gəl bir dənə açıq sual kimi yazaq. Sonra da qısa yol deyərəm sizə. A1-i verib mən. A1 neçədir? 32. D neçədir? Düzdür. Niyə 1 olur ki? Çünki bir ardıcıl. 170 bunların nələridir? Qəmlər yox. Oqtay, qulaq asma. Cəmi. Onda SN-i nəyə bərabər eləməliyəm? 170. SN necə açılır ki?
2 A1 2 vurulsun A1. plus Sonra n sıx 1 bu D, yəni N 32. çıx 1 vurulsun neçə? D. D neçədir 1? Aha, bölünsün neçə? 2 vurulsun. N bərabər olmalı neçə? 170'e. Normal bu tənliyi hesablıyorsunuz. Tənasübdür. Tənasübdür siz eləyəcəksiniz, mən eləməyəcəm. Hə, sual ətraflı deyilsə nə eləyərsiniz? Fırıldağı. Böl, tam hissəni götür. Böl, tam hissəni. Bunu buna böl, tam hissəni götür. 170 bölünsün 32. Tam hissə neçədir burada? 5 tam hissə eləyirsə, onda neçə dəfə yerləşəcək orada? Neçə dənə hədd var? 5 dənə var. Çətin olmayacaq. Qısası bu, həlli bu. Ətraflı təbii ki, belə yazsaz, bal verməyəcəklər, ətraflı belə yazmazsınız. Məsələn, 77-yə bax, şifahi. 25'dən. 25 bölü Hə, 196 bölü Neçə 25. dəfə yerləşər? 7 dəfə yerləşsə, demək cavab 7-dir. Tamam, getdik. 80. Kimi sual? Burada buna demək axı sizlə həldir. Açıq sual olsa İstədiyi eləyə bilərsən. Amma bu yol səni orada əsaslandıramıyorsan, qoyunlara başa salamıyorsan, kəmşördür, gəlib geniş izah edəsən. Bəli, qoyunların da ayağına düşə bilmədiyi üçün məcburla yolunu yazacaqsan. Görürsən də rayona gedəndə sürətlə gelirsən, amma düşürsən qoyun sürüsün dağına, onlarla bərabər gedirsən. Bu elmi vəziyyət olur. Yəni yoxlayanlar qoyun isə, sən də qoyunların yoluna yazırsan. Sür, getdik. 80-dən sonra 80-82 qoyunda biz. Hə, sual izah edirəm. O qədəsim gəldi. 80-82. 82 kimi sualdır. Özün deyirsən, öz silahınla vuraq. İndekslərə bax. 82. Baxma, o da izah edirəm. Amma orada 30 şey var. Nəyi soruşur sizdən? 7-ci ədəd. 7-ci bir dəqiqə, nə edirib, nəyi soruşur? Cəmi verib, Cəmi verib həddi soruşanda nə edirsən? Cəhənnəmdən dönüş. Nəyi soruşur səndən? S7 çıxır. A7. A7 nə deməkdir? S7 çıxırsın, S6. Bir dəfə 7 qoyaram, bir dəfə 6 qoyaram. 7 qoy, 6 qoy, S6. Sonra 82. 82. Mənim sualım. Vaxt 82 demək. olsun. Burada əlaqə var işin. Neçədir? 30. Neçədir? 30. 30. Demək A23 ilə A7. A23 də gəlsin Burada A7. izah eləmişdiniz. Eləmişdik də, hə. Burada nəyi çıxardırdıq qabağa? Mənfini çıxardığında nə qalırdı? Biz buna qohum ədlər demirdik. 0. İndekslərin cəmi bərabərdirsə, bunlar da bərabərdir. Eyni şeydə eyni şey çıxanda nə qalır? 0. Səbəbini başa düşmək olar da yəqin ki. 84 kimi sualdır. 86, 84. Aha. Əslində hansı suallar sualdırsa, onu təkrar vurğulayıram, soruşurum uşaqlar. D mənfi 1.5. 84-də A1 neçədir? 72. A1 72, düzdürmü? Onu nasıl da görürük. D neçədir? D1 Hə. mənfi 1.5. D oldu mənfi 1.5 nizami. Bizə deyir ki, sən elə bir nə istəyirsən, oxuyaq görək, ədədi sistem ondan kiçik müsbət ədlərinin sayını. Həmin ayın nə olmalıdır? Ondan kiçik olmalıdır, sıfırdan böyük olmalı. Yəni, mən 2 qat bərabər istəyirəm əliyə. Normal ayın nədirsə açıram, sonra həll edirəm. Bundan sonrası silsilə deyil artıq. Ayın necə açılır? Çıxılsın, D neçədir bizdə? Mənfi 1.5. Vurulsun nə? N çıxaq 1. Kiçikdir nədən? Ondan Böyükdür nədən? Sıfırdan. Düz yazdım. Onu bir dənə sağa, bir dənə sola ataq. Ya da hər tərəfi əvvəlcədən 2-yə vuraq, kəsirdən çıxardaq. 2-yə vursaq nə oldu? 0. 72 2-yə vuran neçə eləyəcəkdir? 144. 72-ni 2-yə vuranda neçə eləyəcəkdir? Gəl keçdi sonra deyərdim, başım ağrıdacaq. Yaxşı, bunun tərəfə keçsəydi neçə olacaqdı? 70-ni o tərəfə atsaydın. Mənfi 62 olacaq. Mənfi 62-ni 2-yə vuran neçə eləyəcəkdi? K böyükdür. Mənfi 124. 1.5-i də 2-yə vuranda, 1.5-i də 2-yə vuranda eləyəcəkdi 3. Əslində, yaxşı, belə yazdıq da içinə. Hər tərəf neçəyə vurunur? Mənim K böyükdür. El tapa bilərsən buradan, sıxıntı yox. İndi necə taparam? Mənfi 3-ə bölərəm. 3-ə bölsəm nə verər? 3-ə bölsən, mənfi neçə elə dediniz? 48 eləmir. Burada neçə elədi? N çıxaq 1. Bəs oranı 3-ə bölsən neçə elədi? 41. Bir sağa, bir sola. Sola sıdan nə baş verər? Mənfi 47. Nəysə səhər saxlamışıq, birazdan çıxacaq sizə baxarıq. Neçə elədi burada? 47. Sonra, bəs burada neçə olacaqdır? 42-dən. Bizdə nə istəyir ki, müsbət ədlərin sayını nəyəsə hesablarda baxmaq lazım. 124 isə bölünmür. Neçə dəfə düşür tam olaraq? 42 Sayda bilərik o. Necə? Sayda bilərik o. Allah olsun. 42 tam. Olsa 1,5, 1,5. 41 tam neçəsə elədi, düzdür uşaqlar? Hesablayaq.
Gəlin hesablayaq. Atdıq, tutanmadı. Kalkulyator. Yox, həllini yazıram, demirəm elə hesablayaq. A1 neçə idi bizdə? 72. Bundan bunu çıxan nə qədər qalırdı? Mənfi 1.5, müsbət 1.5. Demək, ədədi sizlərdə ayın nəyə bərabər olurdu? A1 üstə gəlinsin, çıxılsın 1.5, vurulsun nə? N çıxaq 1. Kiçik olmalıdır nədən? Ondan. Müsbətdə edinə görə böyük yazmaydım 0-dan. Hər şey düz əldə eləmişdim, yenə də baxaq. Atdım bu tərəfə elədi mənfi 72. Hesablama səhv eləsəm deyin də uşaqlar, vaxtınızı almaz. Sual bir sual deyil, sadəcə olaraq eləyəcək ki, burada mənfi 62. Hər tərəfi tutaq ki, mən 2-yə vursam, mənfi eləyəcək nə qədər? 144. 2-yə vursam, burada elədi 3. Bizə mənfi idi, hə bu? N çıxaq 1. Sadəcə 2-yə vurmuşam da. 2-yə vuranda neçə elədi burada uşaqlar? 2-yə vuranda elədi 124. Mən hər tərəfi mənfi 3-ə bölsəm, əslində bu işarə də dəyişir. Olur 144. 144 3-ə bölü neçə eləmişdi? 48 olmalı. Niyə 48 olmalıdır ki? 147. Niyə 147? Plus 3 keçəndə soğan içərik. Açmıram ki, bölüb sonra atacam da, eləyəcəm. Yaxşı, istəyirsiniz sizin kimi verim, amma yeni şey. Hər tərəfi 3-ə bölsəz, 144 3-ə bölsəz nə verəcək sizə? 48. Belə oldu. Bəs burada nə olacaqdır? N çıxaq 1. Bunu bölsəz neçə eləyəcək? Bir dənə bölün. 41 tam nə qədər elədi? Belə düşür. Bir dənə sağa sola atını oradan tapacaqsınız. Gör hansı aralığa düşür. 42 ilə 49. 42 ilə 49. 42 tam neçə ilə 49 arasında neçə ədəd var? 43, 44, 45, 46, 47 var. Möhkəm, elə möhkəm verməsən işləyəcək biz. Nurcan, həllə başa düşüldü. Nə hesab. Burada sən biri sağa keçdən mənə verdi sənə. Verdi 42-dən neçəsə. Ay uşaq. Bu da elədi. 49 ərəston. Bu araq hansı qiymətlər var? 43 daxil. Hara qədər getməlisən? Getməlisən 48 daxil. 8-dən 3 çıxarsan 5, üstünə 1 gəlsən 6. Demək burada 6 ədəd vardı. 6 dənə araqdan var. Belə də yəqin nəsə hesab eləmişim, ona görə belə oldu. Getdik. 84-dən sonra 86, 88, 90-a qədər. 90-a qədər nə var? 90-a qədər. 92-yə qədər var sual. 90 özü. Gəlin baxaq. 90-da diqqətlə baxsaq biz burada deyəsə müxtəsər falan görməliyik. Bu nasıl nə verir? Bir dəfə çıx, bir dəfə topla. Çıxanda nə verir? 1, toplayanda üstə gəlsin. Bundan çıxılması, toplanması 195. Üstə gəlsin və s. Çıxılması 1, toplanması 7, üstə gəlsin. Çıxılması 1, toplanması 3 verir. Birləri siləndə nə dəyişir ki bu misalda? Hə? Heç nə olmur. Biz bunları nəyi tapmalıyıq? Biz bunları tapmalıyıq uşaqlar cəmini. SN hesablanmaq üçün gəlin belə eləyək. Məşhur düsturdan istifadə edək. SN bərabərdir. A1 üstə gəlsin ayın. Bölünsün 2 vurulsun nə yaza bilərəm? A1 neçədir bizim misalda? Ayın neçədir? İstəmədim də D ilə yazam. Bölünsün 2 vurulsun N. Bəs bu misalda N neçədir? Maraqlı məsələ. Müəllim, mən sonuncu çıx birinci böl fərq düsturunu hesablamışam alınır. İstəmirəm də onunla yazam. Bu misalda N neçədir? Niyə 50 dənədir ki? Çünki 2 qruplaşırlar. Burada ümumiyyətlə neçə ədəd var idi? Belə baxın. 50 dənə. Başlanğıcda 100 ədəd var idi. Biz bundan neçə qruplaşdırdıq silsilə almaq üçün? 100-ü 2 qruplaşdıranda burada neçə dənə hədd yaranacaqdır? 50. Onda mən bu N-i yerinə nə qoymalıyam? 50 qoymalıyam. Başa düşüldü? S50-ni tapmalıyıq. S50-ni tapmalıyam da. Yəni burada S50-ni axtarırıq əslində biz. Sonra 92-94. Bunlara elə öyrənin ki, gələn nə qədər yadınızda qalsın. Yəni ki, orada izahında qulaq asmır, sözünüz bilərsiniz. Gələn bir keçib burada qalmayacaq üstündə. Mən normal sürətdə keçəcəm. İstəyən qalacaq, istəyən çıxacaq qrupdan. Çünki gələn bunların burada oynamayacaq. Düzənməlli öyrən. Öyrənlərin vaxtına girməyin. 92 kim sualdır? 92-də burada A12-ni hesablamaq üçün S12, S11 o yolu qoyaq kənara da, çox uzun aparaq. A1 plus 11-dir. Heç nə eləməz. Sadəcə düşün. A12-dən A7-nin çıxanda nə qalır uşaqlar? 12-dən 7-yə neçə addım var? 5 dən. Demək A12-dən A7-nin çıxanda nə qalır? 5 addım. Yəni nə qalır? 5-dir. Başa düşüldü. Demək mən bu misalda nəyə tapmalıyam? D-ni. Az öncə dedim ki, Çıxılsın ayın çıx bir düsturdur.
Az öncə dedim ki, SN verib silsilə fərqini soruşursa, 1 ilə 2-ni tapmaq sizin üçün ən rahatıdır. S1. Dedim ki, bunu istifadə edəcəyik. Bax, bunu burada istifadə edəcəyik. Gəlin baxaq həmin suala. Gəlin əvvəlcə S1-i tapaq. S1 bizim üçün ərəsbə nə deməkdir? A1 demək. 5 çıxılsın. 5 çıxılsın nə demək? Eni yerinə 1 qoyun. Eni yerinə 1 qoyun. Neçə eləyəcəkdir? 2. S1-də 2-dir. A1-də 2-dir. İndi tapaq ikincini. İkinci necə tapılır? Eni yerinə 2 qoyun. Burada eni yerinə 2 qoyun. Neçə eləyəcək ki? Bəs bu 2 nə deməkdir? A1 üstəcənsin A2 deməkdir. Yaxşı, 2 qoyunda nə alınır burada? 2 qoyun. 10 çıxılsın neçə? 12. Neçə elədi? Mənfi 2. A1-im 2-dirsə, müəllim. Onda A2-im 4 olmalıdır. A1 neçədir bizdə? 2-dir. Mənfi 4. Bura 2 qoymusansa, bura neçə qoymasan, sistem təmlikdə əvəzləm edib yerinə qoyuruq. Bura neçə oldu uşaqlar? Mənfi 4. Buyur. 2-dən mənfi 4-ə gəlmişsən, nə baş veribdir? 6 var. Hə? Artma. Artmadı, azalmadı. Onda de neçə oldu? Mənfi oldu. Sənə nə lazım idi? 5'dir. 5'dir. Onda neçə olacaqdır? Belə yazmaq olar, olmaz. Başqa necə yazmışsınız? Mən 12-ci adlaşdığımıza deyirəm. Uzanar o. Çox uzanar. Belə yazmışsınız. Belə. Esen çıxılsın, esen çıxır. Çox yormadı. Və təpə tuz yetdi. Bəli. Düzdür, neçə alınacaq? Demək ki, səhvdir. Düzdür, amma yaxşı deyirlər. Vaxtı qısaltmaq lazımdır ki, imtihanda qabağa düşək uşaqlar. Önəmli olan odur. Mən dediyimlə daha qısa yol görsəz deyin, fərqi yox. Təkliflər qəbul olunur. 94-96. 96. 94 kimi sualı soruşmadı. 96-cı sualı, 96-cı sualı tam zərbi ifadə ilə əlaqələndiriblər. Gəlin belə eləyək. A4-ü mənim A1 plus 3-də 2 yazmışam. Zaten onun başqa şansımız yoxdur. Belə yazdıq. 3 el. Bəs A2 nə deməkdir? A1 plus D. A1 plus D deməkdir. Sübhan. A5 nə deməkdir? A1 plus A1 plus 4 də deməkdir. A1 plus 3-də neçəyə bərabər idi bu misalda? 3-ə bərabər idi, düzdürmü? Bizə D lazımdır, A1 lazımdır. D lazımdır. Onda biz burada A1-i əvəzləməliyik ki, bizim misalda A1 qalmaz. A1 3 çıx 3 deyil. Gətirəm A1-in qiymətini burada yerinə qoyaq. 3 çıxılsın nə? 3D plus D. Sonra 3 çıxılsın 3. səbəbini bildiniz niyə belə elədik? Çünki burada D soruşur, mən onu 10 ilə əlaqələndirməliyəm. Xoşuma görə yazmıram. Bundan bunu çıxan nə qaldı? 2D. Sonra 3 plus D. Yəni bunu bura açaq ki, hara gedir? Axırı 9 gəl 3D. 9 üstəgənsin 3D, sonra 6D. sonra 2D. 2D-nin kvadratı. Bunu biraz mədəni formaya salaq. 2D kvadratı standart edirəm. Sonra Çıxılsın 3D. plus 9. Bura qədər niyə belə gəldiyimizi başa düşdük? Açdıq deyil. Biz bunu mənfiyə vura bilirikmi? Əvəzlədiz açdınız. Bunu mənfiyə vurma şansın yoxdur, çünki bu tənlik deyil. İndi qaydın sual təzədən bir də oxuyun. Siz nə axtarırsınız? D-ni. Yox, siz nə axtarırsınız? Oxuyaq. Ən böyük. Biz bu misalda nəyi axtarırıq? Ən böyük. Ən böyük. Yox. A2 X0 axtarırıq deyir Nurcu. ən böyük. Ən böyük qiymət deyəndə Y0 axtarılır. Ən böyük qiymət X-in hansı qiymətində alır desə, X0 axtarırsınız, X0 axtarırsınız. Mənfi bölü 2. Buradan mənfi bölü 2-ni tapırsınız. Bildiniz niyə X0 axtarılır? Bu söz olmasa, cavab Y0 axtarmaqdır. Burada bu söz varsa, sənə ixtiyar vermə Y0 taparsan. Deyək X0 tap. Başa düşdük. Hardan har gəldik? Bunu vermişdi, D-ni soruşurdu deyə buradan A1-i itirdim. Gətirdim yerinə qoydum, ancaq D-lər alındı. Sonra D-lər üzərində düşündüm ki, məndən nə istəyir? Qayıdıb düsturla əlaqəsini qrup hesabladım. Səbəbini, harasını, niyəsini başa düşdünüz? Harasını bura düşməniz deyil. Bunu hesaplamaq mənim üçün önəmli deyil uşaqlar. Önəmli bura gəlib çıxmanızdır. X0-ın üstü necədir onu da yazaq da. Bu necə hesablanacaq? Axıra çatdırmadıq axı. X0 bərabərdir. 3 bölünsün. Mənfi 1 bölünsün 2. Yəni neçə olacaq? 3 bölünsün. Mənfi 4. Всё. Cavab olacaqdır B variantı. Çətin olmadı. Çətin demi yox. Bu sual imtahan sualıdır. Çünki bu sual içində Blokdur müəllim. buraxılışın da çətin ola bilər. Bax, uşaqlar, belə kompleks sualları çox sevirlər imtahanda verməyə. Çünki bu sualı yazmaq üçün uşaq 2 mövzunu bilməlidir. Bax, belə kompleks suallar çox görəcəksiniz. Bir sualın içində 2 mövzu. Mövzuları yaxşı öyrənmək lazımdır. Qaydalara diqqətli olmaq lazımdır. 98. Hə, qeyd edin 98-i var. 98-i necə yazmısınız? Yazın. Az öncə sizə bir şey dedim. Bu nədir? Yəni onu başa düşürəm. İzah eləyək.
98-ə baxanda isə başa düşülür. Silən lövhəni. Əldə sistədə eninci ədədin tapmasının düsturu necə idi? Eninci ədədin tapmasının düsturu. Aha. Bərabərdir. A1 plus n çıx 1 vurdu. En çıx 1-dir. Bir də bunun K-yə görə düsturu vardı. K-yə görə necə idi? n çıx K vurdu. Bu düsturu hansını hər kəs azdan çoxdan bilir də, düzdür? Bilməyən var bunu əzbər. Dedik axı, ay uşaqlar, ədədi silsilədə mən A1 və D-ni bilirəmsə, onda hər şeyi tapa bilərəm. Ədədi silsilədə A1 və D-ni bilirəmsə, hər şeyi tapa bilərəm. Ya da ki, bundan istifadə etmək üçün AK-nı və nəyi bilməliyəm? D-ni tapmalıyım. 98-ə baxanda hər kəs D-ni tapa bilər, yoxsa yox? Yəni D-ni tapaq da. D-ni tapmasının düsturu necə idi? Standart düstur, köməyin yazar. AM çıx AN. AM çıx AN. İndekslərinin fərqi. M çıxıs nə? AM-in qiyməti neçədir? AN-in qiyməti neçədir? -1. Bunu buna böləndə nə olur? -1. Qulaq as, mən hardan bildim ki, bu bundan böyük? Bəlkə ondan bunu çıxacaqlar. Fərqi yoxdur. Fərqi yoxdur. Çünki sürətdə imçayın yazanda məxrəcə imçayım olacaq, yenə -1 olacaq. Başa düşdünüz nə deyirəm? Uşaqlar, biz ədədi silsilədə, bax, bura A5 olsa, bura A8 olsa, silsilə fərqini necə tapırıq? A8-dən A5-ə çıxırıq da, böyükdən kiçiyə çıxırıq. Deyirəm ki, sən bunların yerini dəyişsən, ayın çıxaq, ayın yazsan belə, burada da əks olur, yenə -1 alınır. Yəni fərqi yoxdur. Misal, elə seçiblər, əyəsdir. Bizdə D var yoxsa yoxdur? Vardır. AK-nı istəyir də, gedib A1-i tapmaqdandırsa, mən bu düsturu bilirəm də, istifadə edeyim, onunla əlaqəni quram. AK-nı gətirin buna görə tapam. Aynı verib də mən. Aha. Kim istəsə buna görə tapa bilər, ha? Sərbəstsiz, məcburiyyət yoxdur. AK-nı gəlin AM-ə görə tapaq. AK AM-ə görə necə tapılır? AK bərabər AM üstə gəlilsin. İndekslərinin fərqini vururduq nəyə? D-yə. D-yə. Yəni -1. Aha. AM neçədir bizdə? AM. Qulaq asın, qəti şəkildə. AM N. D neçədir? -1. Açanda nə olacaq? Çıx K plus N. Plus M olacaq. Oqtay. İndi müəllim o birisini. Yox, tapdıq da. AK-nı istəyir, məsələ bitdi. Sən AK-nı istəmirdi. Biz nə iş gördük? Bir AK-nı tapdıq. Yəni hansı variant olub? Toplanılan yerini dəyişiblər yəqin. Cavab var, şok var. Nə hesab eləməmişik? C variant. M-lə N toplayıb K-nı çıxmalısın. AK-nı ayına görə niyə açmadın? Gəl AK-nı ayına görə açaq. Sənə xətrimə dəyməyəcək. AK-nı gəl ayına görə açaq. Tamam. AK-nı ayına görə deyə açaq. AK bərabərdir nəyə? AN üstə gəlinsin. Sonra K çıx N. K çıxılsın N vurulsun deyə. AN neçədir bizdə? M plus D neçədir? -1 ona neçə verəcək? Plus K plus N. Nə dəyişdi? Oldu. Bəli. Axırıncı sınav başa çıxdı. Tamam. Axırıncı hissədə biz nəyə açmalıyıq? Bir də təzədən qaydası olaraq. Açmalıyıq AK-nı. Bu düstura bir dənə baxaq. Biz A-nı AK-ya görə necə açırıq? Bundan bunu çıxıb D-nin qabağına qoyuruq. Düzdürmü? Bu düsturu bilirik. Lap yaxşı. Deyirəm ki, AK-nı gəl AM-ə görə açaq. AK-nı AM-ə görə necə açıram? Yazıram AK bərabərdir AM üstə gəlinsin. Mötərizənin içində nə yazıram? Bunların çıxılmasını bura yazıram. Düzdürmü? Ne yazıram? K çıxılsın M vurulsun D yazıram. Bura qədər qaydasındadır. Bunun qiymətini buradan gətirib yerinə qoyuram. Bunun da qiymətini bir buradan tapmışdım. Yerinə qoyuram, açıram. Heç nə yoxdur. AM-in yerinə nə qoyursan? N. D-nin yerinə nə qoyursan? -1. D-nin yerinə -1 qoydum. -1-i buraya yazdım. K çıxılsın M. Sonra mötərizəni açsan alınır. N çıxar K plus M. Bu da sənin cavabın. Aynen açsaq da fərq yoxdur da. Ayından açdığında yeni şeydir. Yəni toplananlar yerini dəyişir, yeni şey alır. Onda elə ki, bunlar belə bir yerin dəyişmə olur. Əvvəlcə M gəlir, sonra N gəlir. Yenə yeni şey olur. Toplananlar yerini dəyişir sadəcə. Başa düşüldü bu sual 98. Belə yazmışdınız. Həlli başa düşüldü. Sani varsa. Başa soruşur kesin. 100-cü sual kimin sualdır? Mənim 100. Əslində yazmışam. 100-də bax. Əvvəlcə indekslərə baxaq. Əlaqəni tutmasaq. Bir artır da var. O da əlaqə var. Bir də sizdən nəyə soruşur? Üçüncü həddə soruşur. Burada sistem eləmək olar mənim. Burada sistemi 3-4 dənə variant eləmək olar. Bir də baxın görün burada fərq bu bizə nəyə verir? Qonşulardan gedək. Getdik qonşular. Burada 3-ə bölüb ortadakı şərtlər tapılır. Bəli. Bundan cəm bizə nə verirdi? Bir dənə xatırlayaq. A1 üstə gəlsin A3. O gün keçdik. Bölünsün 2 nə deməkdir bizim üçün? 3 A2 bərabər 21. Aha, bəli, bəli. A2 bərabər məndən.
A1 üstəgəlsin A3 bizə nəyi verir? 2A2-ni. Bunlar 2A2-ni verirsə, bu da nə verir? 3A2. 3A2 21-dirsə, A2 neçədir? A2 7-dir. Düzdürmü? Eyni şey bunu deləyin. 3A5 bərabər. Bizə nəyə verəcək bu? Hə? 3A5. 3A5 nəyə bərabər oldu? Burada A5 neçədir? 19. A5 də bərabərdir. Neçəyə? 19 dediniz. Hə, buradan D-ni taparsan, sonra nə istəsə eləyə bilərsən də. D necə tapılar ki, bir dənə düşün. D nəyə bərabərdir? Hə, qədər sən həmişə nə deyirsən, mən onun tərsini yazıram. D nəyə bərabərdir? A5 çıxsın A2, bölünsün 5 çıxar. Fərqi yoxdur. Eyni şeydir. A5 neçədir? 19 çıxır. O ikisi neçədir? 500. Saat neçə elədi burada? 4. Fərqi yoxdur. 4? 4-ü, 12-yi çöpəndə hə 4 elədi. Səndən nə istəyir? 3-cü həddir. 3-cü həddir. Nətər yazasın 3-cü həddir? A2 plus D. A2 7-dir, D də 4-dür, 11. 7, 4, 11. Oldu, olmadı. 1 yox. D-ni tapmaq üçün gördünüz nə zülüm çəkdik? İndi bax. Silin bunu. Bunlar tərəfə çıxın. Sistem təmizdir, uşaqlar. 2 şərt var. Gəlin belə eləyək. A4-dən A1-i çıxaq. 3D. A5-dən A2-ni çıxaq. 3D. A6-dan A3-i çıxaq. 3D. 57-dən 21-i çıxaq. Çıxanı nə qədər qalır uşaqlar? Topma çıxanı zəif. 36. Burada neçə D var? 12. D 12. Hə, D neçə elədi? Düz hesabladın. 9 D 36-dırsa D elədi 4. D 4 elədi. D 4-dürsə, onda biz bunu onsuz da bilirik də bu nə idi bizim üçün? 3A2 nəyə bərabər idi? 21-ə. A2 neçə idi burada? 7. A3 nəyə bərabərdir? 7 plus 4 11-ə də. Yəni bunlar tərəfə çıxa da bilər. Sistem tənlikdir. Sizin dediyiniz variant nə idi? Qonşular. Mən nə elədim? Tərəfə toplama çıxma elədim. Başqa yolu var mı? Var. Bəs tamam. 102 indi izah elədim sizə. Buyurun. Tərəfə çıxır. Tərəfə nə eləməlisiniz? Bəs bu həndə siz də olsa nə eləyərsiniz? Bölərik. Niyə? Əldə sizlə də çıxmadan, toplamadan əmələ gəlir. Həndə sizlə vurmadan əmələ gəlir. Tərəfə çıxaq. Aha. 100-də A2-də 7 nətər aldınız? Hə, A2-də 7 necə aldıq? A1 üstə gəlsin, A3 bölünsün 2. Qonşulara bir dənə gedək. A1 üstə gəlsin, A3 bölünsün 2. Bizə nəyi verərdi? Ortadakını. Çarpaz vursan, A1 üstə gəlsin, A3 nəyə bərabər olur? 2A2-yə. Bunlar 2A2-dir. Bir dənəsi də burada var. 3A2 21-dirsə, A2-də 7. Aydındır. Başa düşməsə soruşun, keçməyin. Sizin işiniz soruşub öyrənmək, bizim də işimiz öyrətmək uşaqlar. Hansı müəllim eləmirsə, getmiyor belə bir yəni. Yəni 10 dəfə də olsa soruşmağı siz də eləməlidirlər. 102 izah elədim də, tərəfə nə elədik? Çıxırım. A3-lər nə elədi? Getdi. A4-lər nə elədi? Getdi. A2-dən A1-i çıxanda nə qaldı? Bir dənə D. A5-dən A2-ni çıxan neçəsi qaldı? 3 dənə. 3-dir. 3 də neçəyə bərabər oldu? 4-dir. Neçəyə də çıxanda? Ha, deyir 32 deyilmiş. Buradan D-ni tapışdı. Burada qonşular gedərmi ümumiyyətlə? Qonşular gedər burada yuxarıda. Qonşular. Yox. Hədlərin sayı cütlüsə heç vaxt qonşulardan gedənməzsiniz. Hədlərin sayı cütlüsə heç vaxt qonşular gedənməzsiniz. Ya bir açmalısınız. Çünki 3 dənə ədədin ortası var da. Median kimi. Median kimi də. 3 dənəsinin ortası 3-cüyə düşür. 4-ü ortası tapılmır anda. Necə? 4 dənə olanda, bax hələ. İkisini toplayırsan da. Bunu hesablamaq asandır. Bizə nə verir? 3A2. 2A2. Bunlar verir 2A2, bir dənəsi var 3A2. 4 dənə olanda, deyirəm ki, 4 dənəsinin ortası yoxdur axı. Bu olmasa, mən buna nə deyərəm? 3A2 deyərəm. 4-cü varsa, burada artıq qonşular sənə xeyirlənmir. O zaman başqa yox, yaşamaq istəyəcəm. Müəllim, və yuxarı yenə qaldı. Sualımız Orada məsələn A2 olmasaydı. hansı sualda? 102-də, 102-də, 101-də, 100-də. Hayır, daha doğrusu A3 olmasaydı. Yeni 3 sədə olurdu. Burada Hə. yenə çıxasın tərəfə. Niyə sənə çıxasın tərəfə? Sən məntiq nədir? Bunların hamısının içində A1-lər var. Açanda A1-lər aparır, D-lər qalır. D-lər çıxır ortaya. Məsələ D üzərindən gedir. 104, 106. Deyin, dediniz 100-dən sonra problemlər var. Mən də problemdə işləmək istəyirəm. 104, 106. 108, 110. 110-a qədər var sual. 110-a qədər sual. Yox. 110-da bizə bu ifadəni veribdir. Deyir ki, nəyə soruşur bizdən uşaqlar? Papirus deneyir. 110 hər dəfə fərqli metoddan yazıram. Hər dəfə də fərqli şey deyirəm, amma heç bir də heç vaxt yadımda qalmır.
Davam edək də, vaxtımız yetməsin. Sizdə suallar çoxdur da. 112 mi sualdır? 12. 14. Ne şey var? Nizami 12, 14. 14 mü? 14'də bizə deyir ki, birdən başlayaraq ən az neçə nömrə ədəd götürmək lazımdır ki, onların cəmi olsun, 100-dən 5, 105-dən böyük olsun. Mənim Sən nə onda axtarırsan? birimizdə birdir, A1-imiz bir, D-imizdə bir. Boş ver, sən nə axtarsan, birinci onu yaz. Sən axtardığın nə? SN nədən böyük olmalıdır? 105-dən. Onu yazırsan, axtardığını. Sonra sən bunu normal düsturla açırsan, burayını əlaqə qurursan. Səbəb nəticə axtarır. SN necə açılır? 2A1 üstəgəlisi nə? En C çıxdı çıxıb D, deyil, bölünsün neçə? 2 vurulsun M böyük bərabər 5. böyük 105. Bu bərabərlik oldu, düzdürmü? Silsilədən çıxdı. Bəli. Bir də A1-ə baxaq. A1 neçədir? A1-in yerinə qoyaq 1. Ardıcı hədlər deyirsə D neçədir? 1. 1 də 1. Normal şəkildə bu bərabərliyə deyirəm, bitdi. Yəni burada təmizdən söhbət getmir, bərabərlikdən gedir. Yəni bunu bu şəkildə yazandan sonra daha burada bərabərlik yoxdur. Yoxdur, silsilə yoxdur, ancaq bərabərlik. Çətin olmayacaq ki. Sənin yerə olsam hər tərəfi 2-yə vuraram, kvadrat verib. Bu en sürətə vurulacaq ha. Sürətin açılışı nə olar? Birini yazaq deyib yox. 2 üstəgəlsin nə olacaq açılışı? 2 üstəgəlsin en çıxılsın 1, bölünsün nə? 2, vurulsun n böyükdür 105-dən. Bir dənə tez-tez çatdıraq bunu axıra. 2-yə vurun müəllim, 210. Yuxarıda nə oldu? Əfsə müəllim. Yuxarıda nə oldu? 1 filisiyyən vurulsun n. Böyük oldu. Vuranda neçə elədi bunu? 2-ni vuranda neçə eləyir uşaqlar? 200 neçə? 10. Elə en də 10 deyir. 10 la 11. 10-dan 11 ona düzəlir. 15-14. Hə, 15 10. 15-14 deyir. 15 Burada 14 olmalıdır. 10 15 mənfidir. bir dəqiqə. Bunun kökləri var. N kvadrat üstəgəlsin, n çıxılsın 210, böyükdür 0-dan. Köklər neçədir burada? Köklər mənfi 15-dən 14-dür. İşarə müsbət mənfi müsbətdən. Müsbət deyir, sola gedə bilmirsən. Çünki mənfi olma şansı yoxdur. 14-dən böyük olan ən birinci ədəd 15. 15-dir. Mən neçə ədəd götürmək lazımdır? 15 deməsin. 14 götürsən nə olar? 105-ə bərabər olar. Bizə 105-ə bərabər lazım deyil. Sol tərəfini götürmədim, sol tərəfdə müsbətdir. Burada natural ədədlərdən danışır. Burada natural ədədlər yox. Qulaq asma. 14-dən sonra 16, 18. 126 məndə də olur. Ay, gülmə, bala. Bloqda yazacağım, biz imtihanda yazacağımla eyni olacaq. Qulağı as, böyüyəm. Bloqu siz ciddiyyətlə almırsınız. Biz bloqun sualını hər orta məktəb müəllimi yaza bilmirik. Ona görə ciddi qulaq asın bunlara. 16, 18. İkinci sual mı? 16. 16. Yazılı. 16. Burada diqqətlə bax. Enləri boş ver. 5, 6, 7. Bunlar neyin gedir? Ardıcıl gedir. Əgər ardıcıl gedirsə, bunların toplanmasının asan yolu nədir? Asan yoludur ki, sayını ortadakının qabağına yaza bilərəm. Həmişə belədir. N plus 5 plus N plus 7 bölü 2. Mən bunu yazdım sizə. Bunu bir dəfə yazdım. Gəlin bir dəfə razılaşaq. Hər dəfə deyin. Bundan sonra lazım olacaq Hadi bizə. ortası ortası da. 5, 7, 9 neçəni artır? 2, 2 artır. Hamı bilir ki, A5 plus A9 bölünsün 2. Bizə nəyə verir? A7. Burada çarpaz quranda. 2 ay. A5 plus A9 nəyə bərabər olur? 2 A7-yə. Əgər bu 2 A7-ni sənə verirsə, bir dənəsi də burada varsa nə verir? 3 A7. Deyirəm ki, biz bir sırada nüs deyəcəyimizə qısası deyək ki, həmişə bunların sayı ortaya yazılanda alınır. Amma təhdisə. Bir dənə bax. A5, A7, A9, birini də yazdım. A11, bir dənəsi. Belə yazmaq olar olmaz. Düz saydalısı mümkün deyil. Bunun ortası hara düşür? Hara uşaqla 7 düşür? plus. Yəni A7 plus. Neçə nə var burada? Say, sadəcə say. 1, 2, 3, 4, 5. Bundan cavabı bizə nə verəcək? Bundan cavabı bizə verəcək 5 A9. İkisi buradan, ikisi buradan 4, bir də burada 5 dənə. Başa düşürsünüz nə deyirəm? Bu misalda diqqətlə baxsam 16-cı sualda enlər səni qorxudur. 5, 6, 7 bunlar nə edir? Artır. Artırsa bunların sayı neçədə nədir? 3 dənə. 3 dənə sarı gəlir. Bunun qarşısında. Məsələ bitdi. Bərabərdir nəyə? Hər tərəf 3-ə bölsən A, n topla 6 nəyə bərabər oldu? 5 n çıxılsın 8-ə. Gəl buradan sonra bir şey var. Səndən nəyə soruşur? A10. 4 qoyarsın. N-in yerinə qoysan onu alınır. 12. N-in yerinə 4 qoyub hesablayarım. 12. Sizə nəyə soruşur? A10-u. Onu tapmaq üçün N-in yerinə nə qoyuram? 4. 4 qoysan neçə eləyər? 20, çıxar 8, 12. Çətin olmadı ki. Başa düşürdü. Tamam. Tamam eləyək.
Ay uşaqlar, gəlin 5-10 dənə sualımız qaldı. Bunları da bitirək. Heç olmasa bilək ki, bu bitsin. Bunların bu il belə olması problem deyil. Problem buna gələrin qalmasıdır belə. Ona görə bu ilin hissələrini verəm. 18 gün sualdır. 18 var yazılıb. 18. Nətər eləmişsiniz? Tamam. 18. Bir dəfə çıxan bir dəfə toplamayı yapalım. Gəlin bir dəfə çıxaq, bir dəfə toplayaq. Yaxşı. A5 çıxardı, A5 burada. A5 çıxısı neçə? A1. Bir də deyin yazaq da tez-tez. Cəmi yazsın. A1. Bərabər oldu neçəyə? 230. Bu çıxılması bizə nə verir? Çıxılması. 4 deyil. A5-dən A1 çıxan da 4 dənə də qalar. 1-dən 5-ə 4 addım daxil. A5 bizim üçün nə deməkdir uşaqlar? A5 bir üstə gələnsi 4D deməkdir. Sən buradan A1-i çıxanda A1-lə gedib 4D qalır. 4D vurulsun. 2AB plus 4 Bir dənə bax. 5, 1, 3. Əlaqəni gördün. Hamı bilir ki, Birlə üçün bilir ki, cəmi. A1 üstə gəlsin, A5 bölsün 2 bizə nəyi verir? A3-ü verir, vermir. Deməli, mən bunun yerinə nə yaza bilirəm? 2A3. A3-ün özü nə deməkdir? 28. Onda mən bunun yerinə nə yazıram? Bölsün 28 bərabərdir 336. Nəyi tapıram buradan? D-ni. D-ni tapıram. Sonra birinci. D-ni tapandan sonra bunu açıram, A1-i tapıram. A1 plus 2 deyildi. Hayır, A1 plus 2 deyil. 2 dəfə çıxır, geri aldım. Sübhan. 20 kimi sualdır. 20-ci sualı siz nədir? 20-ci sualı az öncə izah elədiyim 2 dənə sualın aşağıdır. Bir dənə 20-yə baxın. Bu misalda S var, cəm istəyir. Bunu uzunda yaza bilərəm. Uzunda yaza bilərəm. Müəllim, Qısa alanlar. A11 plus 12 deyirəm. Bu nətər yazmışdım? 92 nətər yazmışdım? D ilə yazmışdım. Bu kökü hara gəlib çıxmışdı? Bunda kökü gəlib çıxmışdı hara? 54-də. Görürsünüz, suallar bir-birindən fərqli ayrı hissələrdə verilsə də hamısı məntiqi eynidir. Müəllim, orada 11 plus 12 deyir. Neçəyə baxıram mən? 120-yə. 120-yə. Nə olsun yazmışsınız ki, 120-yə gəlib çıxmışıq. Hə, sizdən 22-yə soruşur da, düzdür? Uşaqlar, 22-yə soruşursa, gəlin burada A1 edəyəni tapaq yerinə normal. Onda 2A1. Suala səhv baxdım. Buradan bunu çıxanda nə qalır uşaqlar? Asan deyə o deyilmiş. 11 plus 12. Burada nə qalır? Hamı başa düşür bunu. Bu birdən başlayaraq hara qədər gedəcəm? Bu birdən hara qədər gedir? Çıxanda Birdən 12-yə, birdən 10-a çıxanda yerdə nə qalır? 12. Başa düşürsünüz nə deyirəm? A1 plus A12. Bizə nəyə verdi bu? 12. Bunun astışında neçə D var? 10-da. 10, 11. 21. Bunun astışında 21. Əlaqə yarandı, məsələ bitdi. Gəl bunun astışında təzdən bir D yazaq. 2A1 üstə gəlinsin. 12, 11, Neçədir? 21. D. Neçəyə bərabər oldu? 12-yə. Bunu açsan onsuz da alınacaq. 2A1 üstə gəlinsin. Neçədir? 21-dir. Bölünsün 2, vurulsun 22. 6 vurulsun. Gətir bir 12 qoy alınacaq. Səhv normaldır. 2A1 niyə göndərdi? A1 S12 birdən 12-yə qədərlərin cəmidir. Düzdürmü? Bu bəs hara qədər cəmdir? Birdən 12-yə qədər ədədlərdən, birdən 10-a qədər dərsisən yerinə qalır. Ona qədər hansı islah olacaq? Olacaq 11-dən ərəz tutun 12. 11-dən 12 qalır. Ay, sənə izah edirəm. 22 bal topub gələsən indi. Bunların cəmi 12-dir. Açıram yerinə qoyacaqlar. Heç nə yox. 22 Yuxarıda kimi yazsınız, sağdır. 2A1 plus 21 deyil. Bunu açdın saniyə. Bunun açışında nə var? A1, 2 A1. dənə A1 plus 21. Burada neçə D var? Aydın. 10. Aha, tamam. 22. Kimi sağdır. Yazılır. 22. 20. Yazılmıyor. 17-dən 3 çıxan neçəsi var ki? 14. 14 nə? D. Deyil. Buradan bu çıxanda nə qalır? 7 7 nə? Deyil. Onda D neçə çıxdı? 2. D çıxdı 2. Səndən nə istəyir? A8-i. A8-i A2-yə görə az gedəcəkdir. A2 plus 6 deyil. Bəli. A8 nəyə bərabər olur? A2 plus 6-dır. Suallar ortada çətinləşir, sonra asanlaşır. Çətindən sonra asanları yazın. 3-4 dənə çətin görən kimi sualdan qaçmayın. A2-nin yerinə qoyasam 3, D-nin yerinə 2. 15. Çətin olmadı. 24, 26.
24 kimin sualdır? 24. 26. 26'da 6 plus nə istəyir? A7-ni istəyir. Bu misalda gəl, baxaq görə. 6 plus A7 bizə nə verər ki, buradan belə baxanda? S7 S5'dir. 6 plus A7 6 plus A7 bizim haradan neçə verdi? S7 S5'dir mənim. S7 S5 olur, olmur. Deyildir. Mən deyinə gedərdim, deyilə belə yazdıq. S7 hara gələcəm deməkdir? 7-yə. Bəs bu hara gələk deməkdir? 5-ə gələk. 7-yə qədər olan ədlərdən 5-ə qədər olan ədlər çıxsa nə qalır? 6-yə. Sənə deyir ki, burada S7-ni tap, bir də S5-i tap və bundan çıx 10 deyir. Mənim indi siz deyin deyin. S1 5 Mən S1 S2-dən gedərdim. Bir də o biri yol göstərim. çözdür. Bu 26-dır. S1 nəyə bərabərdir? S1 bərabərdir A1-ə, 2 üstə gəlsin, bir neçə elədir? 3. Bir də 2-yə bax. 2-yə baxanda nə verir sənə? Neçə ilə burada? 10 eləyir. Yəni A1 plus A2 neçəni verdi bizə? 10'u verdi. Mən deyinə tapıb fırladacaqdım. Bu neçə oldu? 7 oldu. Düzdür? A2 plus 4'dir müəllim. Deyil 4. D neçə çıxdı? D 4 eləyir. Burada neçə A1 var? 2 A1. Neçə D var? 5, 6, 11 D var. Gətirib qiymətlərin yerinə qoyub hesablayıram. Mən D-dən fırladıram bu misalları. Siz elə yazdısa lap yaxşı. 28 misaldır. 28 yazılır. 28. Bütün ədləri müsbət olan deyir. Burada bir neçə şərt var uşaqlar. Bütün ədləri müsbətliyin yoxlamalısınız, bir də cəmi tapmalısınız. Bu misalda A1 neçədir? A1 41'dir. D neçədir? D-4'dür. A1 41'dir. Bax burada bir neçə atım yazmamısınızsa soruşun. D də oldu neçə uşaqlar? Mənfi 4. 4 mənfi 4. Mənfi 4. Bütün ədlər müsbətdir. Nə yazmalıyam ki? Sıfırdan böyük. A-ın böyükdür sıfırdan. Belə yazıb buradan nəyi tapmalıyam? N-i. Sonra da tapmalıyam S-ni. Cəmi. Aydındır. A-ın necə tapılır? 41 üstə gəlməsin. Mənfi 4 olduğuna görə nə yazıram? Mənfi 4 vurursun. N çıxaq 1. Böyük olmadı nədən? Normalda burada düstur nə idi? Plus. Deyə görə nə qoydum? Mənfi. 45 böyükdür 4 ilə. 41 çıxsın 4 üstə gəlsin 4. Böyükdür sıfırdan. N neçədən böyükdür? 11 tam nə qədər? Böyükdür yoxsa kiçikdir? En kiçik. Mənfi 4-dən böyükdür nədən? Mənfi 45-dən. N də kiçikdir. 11 tam. Neçəsə. Bundan kiçik neçədir var burada? 11 dənə. 11 bəli. Ən böyük yəni. Maksimum ola bilən 11 dənə hədd var. Bizdən bütün hədlərin üzərində soruşur. Yəni nəyə soruşur? S11'i. S11-in açılışını yazıram. A1-ləri yerinə qoyub hesablayıram. Əsas məsələ buradan N-i tapmaq idi. Başa düşüldü. Təkrar izah ehtiyac var. 30 kimi sual. 30 buraxılış sualıdır. Kimi sual izah ehtiyac. Hansında? S11-də 2 A1 üstə gəlsin 10 deyil. Bölü 2 bu N. Böyüklü nədən? Bərabər olacaqdır. Qiymətini yerinə qoyub hesablayasın. Bəli. 120'nin axırından baxaq. 120'nin axırında hə. 2 A1 üstədə böl 2. Aha, bu hissəsi. Bu hissənin düsturun açılışıdır. S N necə açılırdı? S-in 2A1 üstə gəlsin. N çıxılsın 1 bölünsün deyə vurursun 2 vurursun nə yazmalıydıq? N. Bizdən 22'ni soruşduğuna görə burada 22'ni soruşduğuna görə N'in yerinə 22 qoydum. 22'dən 2 çıxanlara qaldı 21. Bu N'in də yerinə nə qoydum? 22. Olsa bu qiyməti yuxarıda tapmışdıq. Bu 12 olduğuna görə gətirib buradan 12 qoydum, hesabladım. Bu düsturun açılışıdır. Tamam. Düsturlar biraz yaxşı öyrənin ki, izahlayəndə məni başa düşəsiniz. Yoxsa çətin olacaq sizə. 30 kimi sual edib buraxış sualı. 30 kimdəsə var idi. İlkin, baxaq. 30-cu sualda ay uşaqlar, sadəcə açıq. Hə, sizlərdə heç nə eləyə bilməsəz, görürsünüz, yarısı Amerikan sayağı, yarısı, nə bilim, Hint filmindən gələn rollara oxşuyur. Belə əlaqəsiz şeylər görün, sadəcə açın, axırda əlaqə görəcəksiniz. Buradan başlayayım da. A9 nə deməkdir? A1 üstə gəlsin 8-dir, çıxılsın, 3D kvadratı bərabərdir. A1 plus Neçəyə? D-yə. Hər tərəfdən A1-lər getdi. D-ni atdım bu tərəfə. Oldu nə qədər? Mənim o vurdu. D. Hə? Hansı? A2 vurulsun S12. Bir dəqiqə. Bunu deyirsən? Ha.
Bu nə? Bu hər boş verir. Bunu açaq. Bunu açışın başa düşürsən. A1-i bu tərəfə keçsən nə edir? A1 gedir. 8-dən çıxan nə qədər qalır? Biz məqsədimiz burada nəyi tapmaqdır? D-ni tapmaq. D necə çıxarırsan? Yerdə nə qalır? 7 çıxılsın nə qaldı? Neçəyə bərabər oldu? Buradan D nə ola bilməz? D 0 ola bilməzsə D neçəyə bərabərdir? 7 bölü 3. Düz yazdım, səhv yazdım. Bura qədər var sual. Nə varsa soruşun sonra. Var sual. D oldu 3-də 7. Aha, 3-də 7. Hasil 0 olmasın, ikinci mətəbdə 0 oldu. Dərəsin. Oraya qədər gəlişə başa düşdün. Oraya qədər gəlişə. Bunu açsaz alınacaq, heç nə yox. Amma D-yə görə açsan. Bunun açış necədir? 2 A1 istəyəcəksin. 11 vurur 3-də 7. Vurursun 12, bərabərdir 178. 12 2 ilə bölsən nə qalacaqdır? 6. 178 6-ya bölünür, bölünmür. 8, 8, 16 bölünmür. Altını vurun atın yuxarıya. Altını vurun atın yuxarıya. Nə verəcəkdir? 12 A1 66 D. 66 nə? D. D. Bərabər neçəyə? 178. Sən D-ni bilirdin axı. 2-yə gedər. D-ni bilirdin axı. 3-də 7 demək. D-ni at yerinə alınacaq. D neçədir bizdə? 22 vurur 7. Ha, buradan ana tapasan da. Çətin bir şey olmadı ki. Sadə bir təmin. Müəllimə sonda gedən var. Tamam. Bu hissəni başa düşmüşdün ərəsdə. Üniversitet təzdən davam eləyək. Yo müəllim hər şey bildim. Orada sonra tapdıq ki 2A1 plus 3-də 77 bərabərdə 6-da 78. 2A1 plus neçə? Son 2-ni tapanda da. Necə açsın? 2A1 üstə gəlsin 11-dir. Bölü 2. Mən 11-də yazdım, 3-də 7 yazdım. 11 vursun üstə 7. Onu sən neyinə? Axırda yerinə vursun daha rahat görəsən. Düz gedir. Sən burada kəsirlə burada uğraşırsan, sonra ailən deyər bir-birinə. Amma eyni şey olacaqdır. Bax, açmadan yerinə qoyaq. Yerinə qoymadan aç, yerinə qoymadan aç. 2A1 üstə gəl 11-dir. Vurursun nə? 12. 12. Bu 12-dən 2 gedər, getməz. Gedər. Nə qalar burada? 6. 6-nı vur aç. Nə verəcəkdir? 6-nı vurub açanda. 12A1 Aha. üstə gəl 132. Yox, 132 niyə ki? 6-nı vurarsan 11-ə də. Ha. Vuranda nə qədər edir? 66. 66 D. D neçədir? D3-də 7. İndi yerinə qoy alınacaqdır. Burada daha rahat olur. Çətin olmayacaq. Bərabər. Məzun da hesablanmaz. Hesabıma səhv eləmirsən, gediş düzdür. 30-dan sonra 32, 34. Hə, 32. 32-də uşaqlar. Çirkindir. Sadəcə açmaq lazımdır. Əlimdən heç nə gəlmişsə açıram. Görüm hələ. Bir dənə baxaq burada. İndeksi yoxlayaq da. 6-yı müəllim. Bundan bir çıx. Bundan bir çıx. 7. Bundan bir çıx. 10. Bundan bir çıx. 5. Başa düşdünüz əlaqəni? Lövhəyə baxırsınız. 8-dən bir çıxanda 7. 11-dən bir çıxanda 10. 6-dan bir çıxanda 5. Demək bunun əlaqəsi bunun içərisindədir. Gəlin çıxardaq əlaqəni. İzah edəcəm. S8 qalsın. S11 nə deməkdir? Baxırsınız. 2A1 üstə gəlsin neçə? 10D Bölünsün 2, vurulsun 11. Neçəyə bərabər oldu? 320. 6 nə deməkdir sizdə? A1 plus 5. A1 plus 5 dənəyi verdi. 20. Burada nə eləmək olar sadələşmə? Deyinə bir dənə. 2-ni çıxarıb ixtisar eləsən olar olmaz. Ya da belə düşün. Bu ifadə 20-dirsə, bu ifadə neçədir? Yuxarı 40 oldu. Bura 40 oldu, olmadı? Oldu 40. 220. 40-da böləsən 2. 40-ı 2-yə bölsən. 800. 20. 20-20-ni vur 11. S8 neçə çıxdı? 100. S8 oldu 100. Hər şey qaydasındadır. Səndən nə istəyir? A3. Səndən A3 istəyir. Düzdür A1 uşaqlar. plus 2 dedi o da. Bu misalda, Mənim istəyir tənliyə eləmək olar. A1 plus 2D. bax bu tənliyi görsən, bir də bunu görsən, bir yerə yığ, sən tənliyi ilə geçsin. İndeksi itirdim artıq. S8 nə demək deyin yazaq bir də. 2A1 üstə gəlsin, 7-də bölünsün neçə? 2 vurursun 8, neçə elədi? 100 hə? Özün 100 deməmişdin. 2 ilə 8 yesə nə qalar burada? 4. 100-də 4-ə bölsən nə qalar? 25. Sistem tənliyi. Yuxarıdakı tənliyi gətir burada yerinə qoy. Yerinə qoy. Hesabla geçsin. Bəli, yaxşı fikirdir. Müəllim baxanda qulaq asma, danışmaya danış yerində. Yaxşı olacaq. Heç nə də olmayacaq. Mən bir dənə o axır təzən deyim Bax, eşyənin quyruğu qədər bal toplayasın, ondan artıq olasın. Hesabını qızırma. Mən Ya sənə deyiləm. axır deyim, mən deyim ki o axır şey başa çıxarlar. Baxır bənzərim, nə bura bax.
Axırı buradan gəl bil. Sübhan. Qaytarım. S8 olan. Hə, S8. S8 necə açıldı? 2 üstə gəlsin 7 də bölünsün 2. Görmürəm. Hə. Vurursun 8 bərabərdir 100-ə. Belə deyildi. Mən bunun hər tərəfin 8-i 2-yə böldüm. 4. 100-də 4-ə böldüm nə qaldı? 25. Bax. Hər tərəfi 8-ə bölmüşdüm. 8-dən 2-nə aparmışdım. Nə qalmışdı? 4. 100-də 4-ə böldüm nə qaldı? 25. Müəllim, Demək bu ifadə neçə bərabər oldu? 25. Bir dənə izah edeyim, səbirli ol. Bura qədər var sual. Bura qədər var sual. mən bir dənə sual verim. De. Siz niyə məsələn S11 bərabərdir? O birisini eləmək istəyirəm. Bunun S8 ilə yəni açmanız. bunun birazı 7-dir. Hə, var. Bunun birazı neçədir? 7. Burada 10. Burada O birisi 5. çıxacaq ona görə. 5, 10. Əlaqə 2 Yarısı. qatdan, hə, yarıdan. Demək bu bununla əlaqəyə gələcək. Bundan keçməyəcəkdir. İndi o bizdə var mıyız yaşadaşım mənim? Bunu gördüyün var, bunu da gətirib bunun altına yazacağam. Sistem təmin edəcəm buradan. Artıq A1-i D-ni tapacağam. A1-i D-ni tapandan sonra da nə istəyirsə hesablaya bilərəm də. Tərəfə nə edərəm? Nə biləm, buranı -2-yə vuraram, toplayaram. A1-i taparam, D-ni taparam. Sonra da A3-ü açıb yerinə qoyaram. Başa düşüldü. Çətin normal uşaqlar. Belə yazmışdınız. Yoxsa hər birini ayrı-ayrı atmışdınız. Yazmamışam mən. Yazmamışdınız. Bəs yazanı, doktor sən Mən açdım. hamısını, tamam, səhv eləməmsən. Nətər Eləcə Aysuqda açır. Bunları Yəni görəndən sonra S8-i bir atsınız. S11-i bir. xəyallar sıç. Eyb yox, bir də belə yaz evdə. Cəhd eləmək yaxşı bir şeydir, əla. Yazmamaqdansa yaxşıdır. 34 kimi sualdır. 34. 34-də uşaqlar, bax hələ. Sağda verilən bu ədədlərin nə idi ki? Cəmidir. Birinci var, D var. sonuncu da var, D də var. X-dir də. S-ni tapdım. Ümumiyyətlə, cəmi tapmaq üçün bizə həmişə nə lazımdır? S-nin neçə dənə düsturu var? 2 dənə. 2 dənə. Hər birində vurusunu nə yazırıq axırda? N. N yazırıq. Yəni bizə bu misalda mütləq nə lazımdır? N. Onda məsələyə N-i tapmaqdan say. Necə? X çıxır 4. Plus 1-dən gələcək, saydan gələcək də. Hə, onda sonuncu çıx birinci böl Aha. fərq. S-ni bir də deyin təzədən yazaq, sonra onu bir də yazaq, yaxşı. S-n nəyə bərabərdir? A1 üstə gəlinsin A-n, bölünsün 2, vurulsun neçə N, bərabər 300. Məsələ nəyi tapmaqdır? Məsələ Sayı. buradan sayı tapmaqdır. Say düsturunu bilirsən axı. Sonuncu Sonuncu çıx birinci. bölünsün fərq 4. plus neçə 1. Burada neçə edir hesablayanda? Bu 4 atmırdı bu. Önce 4-ə böldüğümdə fərqə. Orta məniz neçə olur? 4. Sürəti toplayın da uşaqlar, bunu toplayın. Bunu 4-də 4 yazaram. Neçə edir burada? X plus 1, X plus 1. Bu eni silim yerinə nə qoyum? X plus 1 bölünsün 4 qoyum. O da bərabər oldu neçəyə? 300-ə. Sayda bir kvadrat tənlik getdi. Çətin olmayacaq, kvadrat tənlik. Kvadrat tənlik gedir, diskriminanta gedir. Uzundur. Hə, uzundur. Abi Sürəti 3 plus x uşaqlar, qeyri-adi bir şey yoxdur. 2-ni 4-ə vursan 8, 8-i 300-ə vurana nə qeyd edir? 2004. 2004 uşaqları qorxudur, deyəm. Açılışı nə verəcək sizə bunu? Tez baxaq da. 3x Plus 3, sonra x kvadratı. Sonra plus x. 3x deyildi bu. Bəli. Hara fırasız aşağı yuxarıya gedişət var. 3x plus neçədir? 3, sonra nə yazmalıydım? Plus x, bərabər neçəyə? 2400. Sol tərəfə bir dənə bax. X kvadratı plus neçə? 4x 4x. bərabər çıx 3-ü boş ver, at sağ tərəfə. 2397. 2397. Kimdir bunu vuran, hə? Bax. Uşaqlar, natamam tənlik. Yadda saxlayın. Sağdakı ifadə diskriminanta çox uzaq gedirsə, bunu kvadrat tənliyə gətirin. Azərbaycan dilinə çevirək. Müxtəsər vurma sütununa gətirin. x plus 2-nin kvadratı. Buna deyirlər tam kvadrat ayırma. X plus 2-nin kvadratı çıxılsın neçə? 4. Bərabər də tutun 2397-yə. Güya ki, asanlaşacaq. X plus 2-nin kvadratı bərabər. Bunu açsam bu tərəfə nə verir bizə? 3004. Neçə? 3000? 2401. 2401 nəyin kvadratı ola bilər ki? 25, 441. 45, 40 olsa bir dəqiqə. 45-in kvadratı nə verərdi? 45-in kvadratı. 5 biterdi. Axırı 5 ilə bitərdi. 2400-dürsə, 50 olsaydı 50-nin kvadratı neçə eləyərdi? Belə geri fikirləşin. 2500. Bu 2500-ə çatmaz deyil. Axırı 1 ilə bitirirsə, 8-8-ə vursan 64. Deməli bu 49-a gedər. 49 ha. X plus 2 bərabər 49, X də bərabər 42. Seçin uşaq. Qadim. Bir də muxtar. Nə yazmısınız? En son.
Yenə uzun getməyibdi, yenə diskriminator getməyib. Orada şey olur. Dediniz 2y'nin kvadratı üstə gəlsin. En sıxlısının üstsüz olur. Heç xırda olur, sərgəli olur. Tamam, bəyəndik. Mən imtihana belə sual verməyəcəklər. İmtahan sualdır, yercəmiş. Təbii. Deməli, fırlatma variantı yox, öyrənməlisən. Hə, yaz da, işin adı nədir ki? Sən standart sualları bilməlisən ki, bu sualları işləməyə vaxtın olmalı. İmtahanda və nətər ola 681 toplayan nətər toplayır. Deməli, bunlar diqqətlə öyrənir ki, toplayırlar. Sən toplum suallarını o qədər yaxşı bilməlisən ki, 30 sualdan 25 dənə sual toplum sualı, 24-25. Toplum suallarını tez-tez yazarsan, yerdə qalan vaxtın 4-5 dənə sualı fikirləşməyə vaxtın gedər. Buna görə sualların hamısını yaxşı bilməlisən. Bir dənə də deyirəm. Bu misalda ümumiyyətlə cəm məsələsi var. Heç bir əzbərsizlik yoxdur burada. Cəm üstür. Ümumiyyətlə bu sağdakı ifadə bu nəyidir? Cəmidir. Cəmi tapmaq üçün bizə həmişə nə lazımdır? N lazımdır. Burada nəyi tapdım? Tapdım N-i. Sən hansı üstürdən istifadə edin? A1 plus AN bölü 2 bu N üstürdən istifadə edin. D-dən istifadə edə bilərsən. Fərq yoxdur. N yetişət olacaqdır. A1 bu, AN bu, 2 bu, N də bu. Kvadrat tənlik. Bundan sonrası kvadrat tənlik yox. Sizdə burada bitir. Zaten sizlər burada bitir. Buradan sonraki problem sizlərin problemi deyil. Kvadrat tənlik məsələləri. Yaxşı sağ olun. Sizlə çətin deyil. Sizlə burada bitibdir. Buradan sonra sizlə yoxdur. Yəni qatmayacaq. Onun problemi deyil. 5-6 misalımız qalır. 36. Hə, baxın. 4, 8, 12, 16. Əlaqə görünür, görünmür. 4 sonra da artım vardı, hə? Amma burada sayı cüddür. Biz bunu qonşulardan deyə bilirik. Hə? Dedən gedək. Neçə D var? 3, 7, 10, 21, 15. neçə eləyir? 36. Bunun bir çıx. 36 deməlidir. Yarısı. Bəs bu neçə dedi? 18-dir. Əlaqə güzəldir. Neçə A1 var deyə yazaq? 4 A1. Neçə deyiləmişdir? 36 deyə neçə bərabərdir? Yerinə qoyacaqsan, əvəzləmə, bəli. A1 üstə deyəsin 9 deyə neçə bərabərdir? 55. Bunu açarsan, alınacaq da. Açarmı? Açışı nə verirsən hani? S2 2 A1. 18 deyil. 18 bölü 2 440 bölü. Cəhət yerinə qoy sapa sənin. Bu neyli 2 qatıdır? Bu 2-ni ixtisar elə, 2-ni ixtisar elə. Elə bir başa 55-ə 19-a vur da. Olar. Demək, bu misallarda həmişə əlaqə var, həmişə səbəb var, həmişə nəticə var. Onu axtarmaq lazımdır. Niyə veriblər? Bir də ümumiyyətlə misal düşünün də uşaqlar. Bunu niyə veriblər? Boşu-boşuna rəqəm deyil. Heç bir şey boşuna deyil deyəcək da. Hamısının səbəbi var. Səbəbsiz şeylər müayətə fəndə olur, deyəcək olur. 38. 38 eyni şeydir, yəqin ki, başa düşüldü. Deylərlə. Niyəsin başa düşdünüz? Neçə var? 4, 6, 10, 19, üstünə də 11 gəlsən, 30 elədi. Bunun asılışında nə var? 15 var. 30-15 yarı. Səbəbi niyəsin başa düşülsə bitdi. Uşaqlar, hər bir şeyin məntiqini axtarsaq, işiniz rahat olar. 140. 140? 140-ı gələn açaq desəydin. Müəllim, burada 7-dən 14-ə kimi alır əməlinə. Qalır. Uşaqlar, S14 nə hara gedəcəm deməkdir? 14-ə kimi. S7 7. 7-dən 14-ə qədər götürsən, rəsm 7-dən nə qalır ki? 9, 10, 11, 12. 14 qalır, sonra nə qalır? A13 qalır ki, sən əlmədən yazaq da, nə olacaq? A2. Tək saytda müəllim, onda əlaqə olmalıdır. Aha, şöyle bir yerisi mütləq var əlaqə. 11, Bunlar komisyonla prezentasyon olur. 11. 13, 14. Neçə qaldı burada? 10. Hara qədər qalır da bu? 7. 9, 8, 7 var. Burada neçə nə var say? 1, 2 cüt, 3 cüt. Bir dənə də özü. 6, 7. Neçə nə oldu? 7. 3 cüt. 6. Bunlar cüt deyil axı. 3 dənə, bunların cəmi bizə 3 dənə A1-i verir. 6 dənə. Bir də burada var neçə eləyir? 7 dənə. Az öncə sizə dedim axı, dedim ki bunların sayını bunun qarşısına yaza bilərsiniz. 11 7 nə yazmalıydım? 11. Ha, birin biri yoxdur. 7 A11 nəyə bərabərdir? Buradan tapırsan 11-i də. Misal uzun görünə bilir, amma uzun deyil. Çətin olmaz ki. Hə, sən verdiyin sual 70-dən 90-dan bir şey olsa, mən bunu normal qaçıb edəcəm, bir də necə? Mən 7 dənə A11 nətər oldu müəllim? Necə? 7 dənə A11 necə oldu? 4 dənə var idi müəllim. Salamın əleykum. Bax, indekslər eyni qədər artırsa, asan yol deyim sənə. 3-cü qrupa yox. Görsən ki, indekslər eyni qədər artır və say təkdir. Bunların sayını ortadaşın qabağına qoya bilərsən.
Cəmlərini yoxsa tək-tək? sayla. Say 1, 2, 3, 4, 5, 6, 7. Neçə dənə ədəd var burada? 7 dənə. O sayı 7 dənə. Ortadakının əmsalına əlavə edirsən. Olur 7 dənə A11. Bu həmişə belə keçərli. Rəsmən biz demirdik ki, mən onun sağ tərəfi, sol tərəfindən ədəd ortası ortadakı olur. Bunların ədəd ortası bizə nəyi verir? A11'i verir, düzdür? Onu bir yana alır, bir çıxır. Buradan çıxır 2 dənə. Və ikisinin cəmi dərsi verir. İkisinin cəmi birim verir də. İkisinin cəmi yarısı. İkisinin cəminin yarısı birim verir. Hə, onda 2 dənə qalır. Bu 2 dənə edir. Bu da 2 dənə, 4 dənə, 6 dənə, bu da 7 dənə. Aydındır. Qəmbərov. Uşaqlar, bu sualda həndəsi silsilə olsaydı, deyib görəcəksiniz. Bunların sayı ortadakının qüvvətinə gələcəkdir. Yəni şey orada təşkil olunacaq. 42 kimin sualı idi? Mənim ətraflı olsaydı, mən tək-tək o 11'ər tapmalıydı. Biri də. Ətraflı yazmışam sual. Qısa yazmamışam, atmamışam. Mənim bəs çox uzun olsaydı aradakılar. Çox uzun olsaydı sualı verdi, bir də təşkiləyəm. Sadəcə bunu normal nasib edəcəm. S14'ün üstü desiydi. Orada məntiq əlaqəsi bizə nədir? 14 7 neçə qatıdır? 2 qatıdır. Orada müxtəsərdən hardasa məsələn A+B A+B necə bizim qoşmaq olacaq. Yəni düzələcək, əlaqə gələcək. Yazanlar var, mütləq yazan var, böyük ehtimal yazan var. Yazmısınız? Ayşə yazıb da alınıqdır, hə? Alınır. Belə yazmışsan Nurcu. Normal açıqlar S14 S7-dən alınıqdır. Yəni misal çətin görünürlər dayanmırlar. Bildiyi yolunu açırsız alınır, heç bir sıxıntı yox. Sizləri heç nə eləyə bilmirsinizsə sadəcə açın, alınacaq. 46 kim sağ olun? 46. Yazılır. Gəlin baxalım. Uzaqdır bunlar. Gəlin baxalım da uşaqlar. Biz nə axtarıq? Əvvəlcə başa düşək. Bu ədəd silsilənin sıfıra bərabər olan həddinin nömrəsini tapın. Gəl baxaq görək. A1 neçəyə bərabərdir? 80. A1 bərabərdir 80-ə. Bəs bu nəyə göstərir? Həddin nömrəsini. A neçədir bu? A25. A25 neçəyə bərabərdir? Bu misalda nə yoxdur? D. D-ni taparam, bunu açaram, hesablayarım. Məsələ A1 bitdi. 24 de bərabərdir. A25 nəyə bərabərdir? D-ni yazaq. A1 üstəgəlsin 24D neçəyə bərabər olmalıdır? Mənfi olmalıdır. Çətin də bunu tapmaq. D-ni tapırıq sonra. Neçə eləyər o tərəfə at? Neçə eləyər? D-ni tap yerinə qoy hesabla da. Neçə eləyər burada D-ni? D-nin qiyməti oldu. Mənfi 4-də. D mənfi 4-dürsə, ayının astışı A1-ə görə necə yazılır? 80 çıxılsın. Çıxılsın, n çıx 1 vurur. 4 vurursun, n çıxaq 1. Neçəyə bərabər olmalıdır? 0-a. Mənfi 4. Normalda bura 100 yazılmalıdır. Mən ona görə mənfi qoydum. A1-in qiyməti budur, bunu 0 elə. Asan bir təmlik bilə. 80-i 4-ə bölərəm 20, üstə 1 gəlsin 20. Kimin suadı 46? 3 dənə Başa sual. düşüldü. Tərzdən biləcək yer. Bax, burada verilənlər ayinlərin qiymətləridir. Burada yazılanlar bunların indeksləridir. Bu A1-dir. Bu A1-in qiyməti bura yazılıbdır. Deməli, A1 nəyə bərabərdir? 80-ə. Orijin A1-ə 80 yazılır. Bura baxıram, indekslər burada yazılır. A25 neçəyə bərabərdir? Mənfi 16. Bu qrafikin sadəcə o qədər əlaqəsi var, başqa heç nəyə yoxdur. A1 var, A25 var. Normalda açıb D-ni tapıram. D-ni neçə tapıram? Bunu açaram, D-ni taparam. Sonra bir də bunu açaram. Normal qayda necə açaram? A-ın bərabər A1 üstə gəlsin. N çıxaq 1 vurursun D. D mənfi olduğuna görə çıxma yazmışam. Bərabər 0-a. Bu tənlikdən D-ni taparam. Müəllim, mən A-ın bərabər 80 çıxır. Bu ədədi silsilənin 0-a bərabər olan həddinin nömrəsini axtar. Məsələn, şərtin özü deyir axtar. Biz nəyə axtarırıq? 0-a bərabər olan həddinin nömrəsini. Ərəsmin deyir, sualını eşitmədim. Müəllim, mən A-ın bərabər 80 çıxır, bu 4-ün çıxır, biri mən başa çıxır, çıxır. Bunu deyirsən, ayın, izah edeyim, problem deyil. Ayın nəyə bərabərdir? A1 üstə gəlinsin, düstur olaraq. 2A1 deyil. O sən deyərəsin, sıra yaxşı öyrənməmsən. Ayın bərabərdir, A1 üstə gəlinsin, n çıxılsın, biri vurulsun deyə. Düstur budur. A1-in qiyməti kitabda özləri veriblər. Deyini sən buradan mənfi 4 tapmışsan. Ona görə bura mənfi yazdın, 4 yazdın. n-1-dəki bilə n-1. Bildin hardan aldın. Düsturları yaxşı öyrən, gələn dəfə qayda imtihanı eləyəcəm. Ki, məsələni izah eləyəm, ya da misalı. Mən Başa düşəsiz sizdən düsturanı ötər baxdı.
problem yox. izah edərsiniz. Bir də izah edirəm. Suallar üzərindən baxaram. Sənin 4 dənə sütunumuz var. 148 yəqin ki, hər kəs yaza bilərdi. Burada qeyri-adi sual yox idi. Yazmısınız? Yazılır. A4 nə deməkdir bizim üçün? ST-ni istəyir. A1 üstəgəlsin. A1 üstəgəlsin 3-dür. Bunu bu tərəfə keçsən nə baş verir? 5 3 A1 3 deyilsə, A1-də deyil. bunu hamı başa düşür. S7 84. Bunu açırsan məsələ alınır. S7 nə deməkdir? Üstəgəlsin neçədir? 6 6D. Mən 6D-nin yerinə nə yazacağım? 7 bərabər 80. Sadə bir tənasübdən A1 tapacaq. Çətin olmaz ki. Nəhayət, gəldik diaqrama. Diaqramda da 2 dənə sualımız var. Bu diaqramı da yazaq. Heç olmasa bilək ki, 2 bölmə bitdi. Hə. Burada gəlin bir dənə bunu anlamağa çalışaq. AK nəyə bərabərdir? AK dediyi nədir ki? K nəyə göstərir? Bir dəqiqə, K nəyə göstərir? Nömrəsini, bu nəyə göstərir? Cavabın, həddini. AK dediyin indeksə görə nə yazılmalıdır? A2 nəyə bərabər olmalıdır? 8-ə. Eyni şey o bir tərəfdə eləyin. AM nəyə bərabərdir? AM dediyi nədir ki? AM dediyi. A4 nəyə bərabərdir? A4 də bərabərdir 12-yə. Sizdən nə istəyir? A2-yə görə onu açmaq olar. Atacam. Bizdə nə istəyir? Onu yazaq sonra. D2-dir. Bizdə nə istəyir? 47-dən böyük olan. 47-dən böyük olan həddin nömrəsini. Yəni mən nə yazmalıyam? AM böyükdür 47-dən. Mən axtarıram nəyi? Eni. Məndən nəyi soruşursa onu yazıram ki, sonra bunu ona uyğun fikirləşəm. A7-dən ayın açılışını bilirsən. Oktay. A1 üstəgəlinsin. N çıxılsın, bir vurulsun nə? D. Həmin ifadə 47-dən nə olmalıdır? 47-dən böyük. Düz yazdım. A1-in qiymətini buradan tapmaq olar da. A1-i tapmaq üçün ən yaxşı D-ni tapaq. A4 necə açılır? D-ni açaq. Mənim də 2-dir. Hə, yazdınız A2 üstəgəlisi neçədir? 2D bərabərdir A4-də. Geniş yazar, ətraflıdır. A4-də nə qoydunuz? 12. Bura qoydunuz 8. D neçə çıxdı dediniz buradan? D çıxdı 2. D2-dirsə A1 neçədir? O da. Bundan geri qayıtdı da. A1 plus 6. A1 neçə oldu? 6. Düz dedilər. 12, 8, 4, 2 böldüm 2. A1 neçə elədi? 6. Gətir burada A1-in D-nin qiymətini yerləmə, yenə tapasın. Sadə bir bərabərsin. Başa düşüldü. 47-dən böyüyəm. Məsələn, burada A-sından en böyükdür 48 alassan, 48-dən sonra 49 yazacaqsan da. Başa düşüldü. Hə? Təzdən izah edeyim. Nerə yazmışdıq? Doktor. Mən A-nı tapmamışdım, D-ni tapmışdım. D-ni tapmam da yarım çıxar. Çünki bizə nə lazımdır həmişə? A1-dən D lazımdır. Tamam. Mənim də bəlkə sona kimi görəsiniz. Heç bir sıxıntı yoxdur, yaza biləcəksiniz. A1-ə nə qoyacaqsınız? A1-ə qoyacaqsınız 6. 47-dən 6 çıxanda nə qaldı? 41. D neçədir? 2. 2-nin çıxılsın 2 böyükdür 41-dən, olsa kəsir alınmalı da. 2-nin böyükdür 43, n də böyükdür 21 onda 5-dən böyük olan ən kiçik ədəd neçə olar? 22. İlk nə deməkdir? Bundan sonra gələn birini ən kiçiyini. Olsa həddin nömrəsi deyilsə n-dən danışır. Natural olmalıdır. Cavab olur 22. Belə yazmışsınız? Əla. Sonuncu qaldı burada. Qaldı. Nə çox sevinirəm. 52. Uşaqlar, nətər oxumuşam sizlə? Sizi bilmirəm, mən yaxşı oxumuşam. İmtihana yaxşı hazırlaşıram. S6 S4. S6-dan S4-ə baxaq. S6-dan S4 çıxaz nə qalar? Yəni düşünək. A5 6. A4 nə? Bir dəqiqə. S6 6-ya qədərdir. 4 gedir də 5 qalır. A5 plus nə qalır? 6 qalır. Düz dedik, səhv dedik. Bir də diqqətlə bax. Bir də diqqətlə baxaq. İndeksləri yazın da yerinə. İndeksləri. A4 nəyə bərabərdir? A4 nəyə bərabərdir? A4 bərabərdir 5-ə. Ayşə. A7 nəyə bərabərdir? A7 bərabərdir 11-ə. Buyur. A5 yox. İndeks birinci qara hərflərdir. Qaralar indeksdir. Bu qiymətidir. A4 5-dir. Köməyini burada yazaq da. A4 5-ə bərabərdir. A7-də 11-ə bərabərdir. Sizdən bu deyə bunu soruşur. A5 plus 6-nı. Hə, qohum qonşu. İndeksləri cəminə bax. Dedim, birinci indeksi yoxlayın. İndeksləri cəmi neçədir? Bu indeksləri cəmi. Yox, indeksləri cəmi eynidir.
Bunun cəmi neçədir? Bərabər olmalı. Bundan cəmi 11-dir. Bundan da cəmi 11 eləmir indeksləri bizə. Eynidir ya. Onda bu 11 nə verir bizə? 16. Onda bu da bizə nə verir? 16. İndeksləri cəmi bərabər, sözləri cəmi bərabərdir. Belə yazmışdıq, doktor. İndi isə... Nə bax?